Deməli, birinci sualla başlayıram. İnformasiyanın kompüterə yazılması üçün verilənlər 20% sıxlaşdırılaraq kodlaşdırılır. Daha sonra bu informasiya 64 megabit böl saniyə sürəti ilə şəbəkə ilə ötürülür. Əgər informasiyanın ilkin həcmi 800 megabayt olarsa, onu kodlaşdırdıqdan sonra ötürmək üçün neçə saniyə vaxt tələb olunar? Deməli, mən bunu hesablamaq istəyirəm. Gəlin burada bircə saniyə. Elə hər ikisi hesablama olduğu üçün içində götürdüm. Gəlin baxaq 51-ci suala. 51-ci sualda bizdən soruşur ki, hər hansı bir məlumat kodlaşdırılaraq ötürülür. Əlimizdə bir məlumat var və bu məlumatı bir yerdən başqa bir yerə göndəririk. Bu zamanı isə bu məlumat ötürülən zaman 20% sıxılır, 20% azalır. Daha sonra informasiyanın həcmi, yəni sürəti verilib bizə 64 megabit böl saniyədir. Əgər informasiyanın ilkin həcmi 800 megabayt olarsa, deməli əlimizdəki məlumat 800 megabaytdır. Lakin bu məlumat ötürülən zaman 20% sıxlaşacaq. Deməli biz bunu sıxlaşan həcmini tapmalıyıq. Bəzən tələbələrin ən çox etdiyi səhv nə olur? 20% tapırlar. Əgər siz 20% tapırsınızsa, 100%lik həcmdən, yəni 800 megabaytdan həmin 20% çıxmalısınız. Əgər bu yol əslində biraz uzun yoldur, ən yaxşı halda 20% sıxılırsa, gəlin belə düşünək, bax bir məlumat var, bilirsiniz ki, bu məlumat 100%dir. Əgər bunun 20% sıxılırsa, yerdə bizə qalan faiz nə qədər faizdir? 80%. Deməli, bizə sıxılan yox, əlimizdə qalan lazımdır. Deməli, bizim burada tapacağımız faiz neçə faiz olmalıdır? 80% olan həcm. Yəni, biz belə yanaşacağıq. 800 megabayt əgər bizim üçün tam bir faizdirsə, yəni 100%dirsə, bəs 20% azalandan sonra, 20% azalandan sonra neçə faiz qalır? 80%. Bəs 80%-ə düşən həcm nə qədərdir? X. 800 vurulsun 80 bölünsün 100-ə. Bu sıfırlar ixtisar getsə qalacaq 640 megabayt. Belə çıxır ki 100%lik həcm 800 megabayt idi. 80%-ə düşən həcmi isə 640 megabaytdır. İndi isə keçirəm sürətə. Sürət deyir ki, nədir? Bax, sürət bərabərdir nəyə? Həcmin zamana bölünməsinə. Sürəti verib bizim üçün 64'tür. Sürətin yerinə yazıram 64. Və bu 64 nədən alınıb? Megabitin zamana bölünməsindən. Megabitin zamana bölünməsi. Zamanı bilmirəm. Elə mən zamanı axtarıram. Yəni saniyəm burada məchuldur. Amma megabiti bilirəm. Lakin megabit yox. Əlimdə megabaytdır. 600 megabaytdır. Biz də bilirik ki, deməli 640 megabaytı megabitə çevirmək üçün bu ikili ölçü vahididir və megadan megaya keçəndə bir şey dəyişməyəcək. Bir dənə baytdan bitə keçəndə 8-ə vuracağıq. Deməli, əlimizdəki məlumat 640-dır. Bunu da vuracağım 8-ə. Buradan da 64 vur, saniyəni də T yazaq. 640 vurulsun 8-ə. Burada 64 ilə 64 ixtisar getsə burada 10 qalacaq. Onu da 8-ə vuranda eləyəcək 80. Neçə saniyə vaxt tələb olunur? 80 saniyə vaxt tələb olunur. Dimin sınaqlardır bu. Dimin imtahandan öncə keçirdiyi sınaqlardır. Deməli, 51-ci sualda cavab oldu D bəndi. Keçirəm növbəti sualınız yoxdursa əgər keçirəm 52-ci suala. 52-ci sualda bizə say sistemi ilə bağlı bir sual verilib və ikilik say sistemində deyir neçəsində 5 ədəd bir rəqəmindən istifadə olunduğunu tapın. Ümumiyyətlə biz bir klassik üsuldan istifadə edirik, bir də hörmətli üsuldan istifadə edirik. Hörmətli üsuldan istifadə edəcəm. Deməli, 47 ədədini biz onluq say sisteminə çevirmək üçün ilk öncə düşünürük. 47-nin içərisində 2-nin hansı qüvvəti var? Baxaram ki, 2 üstü 5 var. Elə isə 5, 4, 3, 2, 1, 0 yazıram. Və 2 üstü 5 var deyə bura yazılacaq. Yəni 2 üstü 5 neçə verir? Bizə verir 32. Hələ bizə 47 yəni tamamlamağa çox var. 47-dən 32 çıxanda yerdə 15 qalır. 15-i 2 üstü 3-dən 2 üstü 3-dən, 2 üstü 3, sonra 7 almaq üçün 2 üstü 2-dən, 2 üstü 1-dən və 2 üstü 0-ın cəmidə 7 verər. Deməli, bu bizə neçə verəcək? 47 verəcək. Yenə təkrar edirəm. 32 üstə gəl, 2 üstü 3, yəni 8, 2 üstü 2, yəni deməli 4, üstə gəl 2, üstə gəl 1. Bu da bizə verər neçəni? 47-ni. Və 2 üstü 4 bizə lazım olmadığı üçün həmin qüvvətə nə yazdım? 0 yazdım. Hansı qüvvətlərin cəmi 47 verərsə, hansı 2 üstü qüvvətlər 47 verərsə, onlara 1, qalanlarına 0. Və gördüyünüz kimi 47-ni almaq üçün 5 dənə birdən istifadə edildi. Deməli, bir mütləq olmalıdır. Bir mütləq olmalıdırsa əgər, biz digər variantları sildik. İndi 3-ü də tapsaq, 3 əgər varsa, ev olan variantda siləcəyik. Və yaxud da 2-ni tapsaq. Gəlin ikinciyə baxaq. 233-ün içərisində 2-nin ən maksimal hansı qüvvəti var?
Baxıram ki, 233-ün içərisində 256 yoxdur, amma 207, 128 var. Elə isə 7, 6, 5, 4, 3, 2, 1, 0-ı yazdım. 207 var, bu bizə verir 128-i. Deməli, 233-dən çıxsam 128-i, yerdə 105 qalacaq. 105, deməli 105, 206 var. Deməli, burada 206-ya da yazacağam. Bu eləcə 64. 105-dən 64 çıxanda yerdə 41 çatmır. 41-i mən alaram 2 üstü 5-dən, yəni 32-dən. 41-dən 32 çıxanda yerdə hələ 9 çatmır. 9-u da alaram deməli 2 üstü 3-lə, 2 üstü 0-dan. Qalan lazım olmayan qüvvətlərimə sıfırları düzərəm. Və görsəz həqiqətən də burada da 5 dənə birdən istifadə edilib. Deməli 1 ilə 2 mütləq olmalıdır. 1 və 2 mütləq olmalıdır. Cavab olacaq Y bəndi. Amma 5-cini də yoxlamaq istəyərəm. Deməli 213-ü gəlin yoxlayaq. 213-ün içərisində 2-nin ən maksimal qüvvəti yenə 256 yoxdur, 207 var. 7, 6, 5, deməli 4, 3, 2, 1, 0. Deməli 206 var burada, 207 var burada, 128 verir. 206 bizə 64 verir. Deməli 128 üstəgəl 64. Bu verdi bizə 192-ni. Hələ 213 olmağa var. Yəni 213-dən mən 192-ni çıxsam yerdə 21 çatmaz. Yerdə 21 çatmaz. Deməli bu da 0 yazaram. 2 üstü 4 bizə verər 16-nı. Deməli 21-dən də 16 çıxanda hələ yerdə bizə 5 çatmır. 5-i də almaq üçün 2 üstü 2 ilə 2 üstü 0 mənə 5 verər. Qalan lazım olmayan qüvvətlərə də sıfırlarımı düzərəm. Yenə 1, 2, 3, 4, 5 dənə birdən istifadə edildi. 1-dir, 2-dir və 5-dir bizim cavabımız. Cavab olur Y bəndi. Hər hansı bir sual yoxdursa, 200-ü sıfıra qədər, sıfır da yazılır, bəli. Yəni, həmin qüvvətdən sıfıra doğru və ən kiçik qüvvət sıfırdan başlayıb düzürük. Bu 52-ci sual idi. Davam eləyək növbəti 53-cü sualla. Deməli, bu sualda bizdən element bazasına görə ehemlərin inkişaf tendensiya ardıcıllığını soruşur. Ümumiyyətlə, integral sxemlər, lampalı elementlər birinci nəsildir. Deməli, elektron lampalı elementlər birinci nəsildir, transistor və diodlar ikinci nəsildir, integral sxemlər üçüncü nəsil və dördüncü nəsil isə böyük və çox böyük integral sxemlərdən istifadə olunacaq. Ardıcıllığı düzəcəmsə, birinci 2-dən, 2, 4, 1, 3-dən istifadə olunacaq. 2, 4, səhv dedim, 2, 4, 1, 3-dən, 2, 4, 1, 3. Yəni B bəndi. Növbəti 54-cü sual. Xaric etmə qurğularını seçin. Yəni informasiyanı daxil edən, yox xaric edən qurğular istifadə olunacaq burada. Deməli, skaneri daxil etmədi. Xaric etmə plotderdir, printerdir. Sonra idarəetmə pultu daxil etmədi. Ana plata ümumiyyətlə nə daxil etmə, nə xaric etmə deyil. Sistem interfeysdə həmçinin, prosesorda həmçinin. Deməli, xaric etmə qurğuları 4 ilə 5-dir. Cavab olacaq Y bəndi. Keçirəm 55-ci suala. Alqoritmin əsas xassələrinə uyğun gələn təyinatı müəyyən edin. Deməli, diskretlik, müəyyənlik və kütləvilik. Alqoritmdə addımlar və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır. Bu nəticəvilikdir. Gördüyünüz kimi burada nəticəvilik yoxdur. Belə isə A olan variantların hamısını siləcəm. Burada da A variantı var, burada da A var və burada da A var. Avtomatik variantımız alındı. Amma gəlin baxaq. Birinci C-yə deyil uyğundur. Görək doğrudurmu? Məsələnin həllinin yerinə yetirilmə alqoritmi ayrı-ayrı əməliyyatlara bölünür. Diskretlik tamamilə doğru. Növbəti ikinciyə Y deyilir. Baxaq, müəyyənlik, alqoritmin hər bir addımı dəqiq və bir qiymətli təyin olmalıdır. Tamamilə doğru. Və üçüncüsü kütləvilik. Kütləviliyin isə iki tərifi var. Görə ikisini də burada veribmi? B və D. Müəyyən məsələnin həlli üçün tərtib olunmuş alqoritm həmin sinifdə olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. Doğrudur. Alqoritm elə təsvir olmalıdır ki, ondan bütün mütəxəssislər istifadə edə bilsin. Bu da kütləviliyə aiddir. Tamamilə doğru. Cavab olacaq C bəndi. 56-cı sualla davam edirəm. Bu alqoritmdir. Deməli, hansı tip alqoritmə aiddir? Dövr alqoritmdir və ön şərtli dövrdür. Həmişə burada dövrün sayını bizdən soruşsa, birinci dövrün sayı şərtin sayından bir dəfə az olur. Əgər şərt 5 dəfə yoxlanırsa, dövr sayı onda 4 dəfə icra olunur. 4 dəfə yoxa gedir, bir dəfə də həyə getməsi var. Bu ön şərtli olduğuna görə. Gəlin baxaq. Deməli, A-nın və B-nin qiymətləri verilir. Sual verilir. 4, Burada 2 9-a. dənə şərt var müəllimə? Necə? Burası 2 dənə şərtdir bu. Burada bir dənə şərt var, 2 dənə hesab bloku var. Sadəcə ön şərtlidir. Şərt öndə verilir.
Şərt Ha, başa düşdüm ha. B bad 10 şərtdir ha. Şimdi. bəli, ön şərtlidir bu. Deməli 4 9-a bərabərdirmi? Deyirik yox. Deyir onda B-nin üstünə 1 gəl. B-nin qiyməti 4 idi. 1 gəldim elədi 5. A-nı da 2-yə vursam eləyəcək 4. Növbəti halda 5 hələ də 9-a bərabər deyil. Üstünə 1 gələndə. Yəni bu 9-a bərabər olana qədər davam eləyəcəm. Deməli hər dəfə hə yoxu demirəm. Bax 9 olana qədər davam eləyəcəm. 5 idi. 1 üstə gəldim elədi 6. Bunu 2-yə vurdum elədi 8. B-nin üstünə 1 gəldim elədi 7. A-nı 2-yə vurdum elədi 16. B-nin üstünə 1 gəldim elədi 8, A-nı 2-yə vurdum elədi 32. B-nin üstünə 1 gəldim elədi 9, A-nı vurdum 2-yə elədi 64. İndi təzədən sual verirəm. 9 9-a bərabərdirmi? Deyirsiniz, hə. O zaman A-nın qiyməti bizdə çapda soruşur və A-nın son qiyməti olacaq 64. Növbəti sualla davam edəcəm. 57-ci sual. İnstrumental proqram təminatına aid olan proqramlaşdırma vasitələrini seçin. Deməli, bu instrumentala aiddir. Antivirus proqramları sistemin servisinə aiddir. Kompilyator instrumental proqramdır. Arxivatorlar sistemin servisinə aiddir. İnterpretator instrumentala aiddir. Əməliyyat örtüklər sistemin bazasına daxildir. Translyator instrumentala daxildir. Deməli, elektron cədvəllər isə tətbiqi proqramlara daxildir. Və bizdən də instrumental soruşduğu üçün bir instrumental, kompilyator instrumental, interpretator instrumental və translyator instrumental. 1, 3, 5, 7 bizim cavabımızdır. Və burada case texnologiyası mürəkkəb sistemlərin hazırlanması, deməli, ümumiyyətlə maşın dili yazdığımız kodlar maşın dilinə çevirən translyatorlardır. Translyatorda iki növ var. İnterpretator bir də kompilyator. Kompilyator komple bütövlükdə çevrilir maşın dilinə, səhvləri axırda deyir, amma interpretator hissə, yəni hər sətri oxuyur, maşın dilinə çevirir. Bax, misal üçün, Pythonda bir kod yazırıq, misal üçün, izahını vermək üçün deyirəm. Bax, tutaq ki, bir Pythonda kod yazıram, gəlirəm burada yazıram, z bərabərdir, tutaq ki, 90, yanında da bir nöqtəli vergül yazmışam, misal üçün deyək. Sonra yazıram burada A bərabərdir, burada faylını açmışam hal-hazırda. A bərabərdir, tutaq ki, Y yanında hərf yazmışam, fikir versəz, bax, diqqətlə fikir versəz, mən burada 2 sətri yazdım, hələ proqramı tamamlamamışam, hələ proqramı əslində yazacağam. Burada faylda artıq səhv olduğunu mənə göstərdi. Deməli, bu necə işlədir? Bu interpretator kimi işlədir. İndi mən bunu burada icra etsəm, misal üçün gəlirəm burada, yazıram ki, z bərabərdir 90, yanında nöqtəli vergül, sonra yazıram A bərabərdir, tutaq ki, Y 70, hələ davam edirəm, fikir ver, hələ səhvi demir. Yəni, mən nə vaxt proqramı gedib run eləyəcəm, işlədəcəm, onda səhvi deyəcək. Deməli, o axırda səhvi deyən kompilyatordur, başdan səhvi deyirsə, bu interpretatordur. Keçirəm növbəti 58-ci sualıma. Sxemdə C diskinin iyerarxik strukturu verilmişdir. PD2 baz faylının tam adını tapın. PD2 baz faylı buradadır. Tam adı soruşursa C diski İmanov qovluğu, Prok qovluğu və PD2 baz. C İmanov Prok, PD2 baz. Cavab olacaq, deməli, Y bəndi. 59-cu sualda 59-cu sualda mümkün fayl adlarını seçin. Bilirsiniz ki, faylın adında qadağan olmuş şairlər var. Ulduza icazə verilmir, suala icazə verilmir. Sonra, deməli, burada problem yox. Burada da sağa sola böyükdür, kiçikdir şairlər verilib, bunlara icazə verilmir. Mümkün adlar 2, 3, 5 olacaq, yəni D bəndi. Aşağıda təsvir olunmuş paragraf lent qrupu hansı lent tabına məxsusdur? Paragraf 2 yerdə var. Biri Home-dadır, biri isə Layout-dadır. Burada verilən Layout-dakıdır. Home-da verilən daha çoxdur. Xırda-xırda əmrlər var. Bilirsiniz, düzləndirmələr orada yerləşir. Yəni, abzasla bağlı parametrlərin əksəriyyəti məhz Home-un paragrafında yerləşir. Xatırlamadığınızı deyin, göstərin. Keçirəm növbəti 61-ci suala. Deməli, bizim 4 dənə abzasımız var. Birinci, ikinci, üçüncü və dördüncü abzas. Və yuxarıdakı qaydalar verilib və biz bunları tətbiq etdikdən sonra hansı ardıcıllığın tapıldığını yazmalıyıq. Birinci deyir, ikinci abzası seç və Ctrl-X elə. İkinci abzası Ctrl-X eləsəm artıq ardıcıllıq belə olacaq. 1, 3, 4. Yəni artıq 2 öz yerində qalmayacaq. Yəni artıq hal-hazırdakı vəziyyət budur. Və yaddaşda qalan isə 2-dir. Çünki Ctrl-X eləmişəm, yerini dəyişəcəm. Birinci abzasın əvvəlinə kursor gətir. Birinci abzasın kursoru qarşısına gətirdim və Enter düymə, Ctrl-V-yə basıb sonra Enter-ə bastım. Bu o deməkdir ki, 2 düşdü birin qabağına, Enter bastım deyə kursor keçdi növbəti sətrə və 1 artıq növbəti sətirdəndir. Yəni 2-nin yanında deyil. Sonra 3-dür, sonra da 4-dür. Hal-hazırda vəziyyət budur.
Sonra üçüncü abzas 3 seçilir. Üçüncü abzas 3 buradan seçildi və Ctrl+C düyməsi basıldı. O zaman o öz yerində qaldı. Çünki kopyalandı. Dördüncü abzasın sonuna gətir, dördün sonuna gətir və Enter düyməsini bas. Enterə bastımsa kursor keçdi növbəti sətrə. Və Ctrl+V-yə bas. Yaddaşa düşən 3 iddisə 3 gəldi düşdü bura təzədən kopyaladıq və yapışdırdıq. Dördüncü abzas seçib delete düyməsinə basaq. Dördüncü abzas seçib delete düyməsinə bassaq 4 gedəcək. 2, 1, 3, 3 ardıcıllığı qalacaq. 2, 1, 3, 3 cavab olacaq D bəndi. X-dən sonra məlumat yerində qalmır, kopyadan sonra yerində qalır. Bir də yadınızda saxlayın. Məsəl üçün deyir ki, birin qarşısına gətir. Birin qarşısına gətirirəmsə, birlə mənim işim yoxdur. Birin qarşısına düşəcək həmin məlumat, Ctrl+V eləsəm. Amma desə ki, biri seçib Ctrl+V ilə, seçəndə bu silinir, yerinə həmin o kopyaladığın düşür və yaxud da yapışdırdığın düşür daha doğrusu. Kopyaladığın yox, yapışdırdığın düşür. Seçib eləsən. Amma seçməyib kursor gətirəndə qabağına, arxasına. Qabağına qoyuramsa kursoru bu da düşür, arxasına yerləşdirirəmsə bu da düşür. Və bunu qarışdırmaq olmaz. Keçirəm növbəti 62-ci sualıma. Neçə səhifə çap olunar? Deməli, 3 dənə kopyamız var və baxırıq parametrlərə. 3 kopyadır. Burada çap olunacaq səhifələr verilib. Deməli 5-dən 3-ə kimi 5 çıxılsın 3, 2 üstəgəl 1, 3 dənə səhifə buradadır. Bir dənə səhifə əvvəldə verilib. 12-dən 7 çıxanda 5 üstünə 1 gələndə də 6 dənə də səhifə buradadır. Ümumilikdə 10 səhifə çap olunacaq. Bir üzlü çap eləyəcək. Bunların heç birinə ehtiyacı yoxdur. Bir səhifədə birini çap eləyir. Belə çıxır ki, 10 dənə səhifə çap olunacaq, 10 səhifə çap olunacaq. 10 dənə də vərəqə ehtiyacı var. Lakin kopyamız burada 3'dür deyə onu da 3'ə vursam, onu da 3'ə vursam, deməli 30 dənə vərəqə ehtiyac var. Yəni burada nə 200'lü verməyib, nə şpargalka kimi seçim verməyib. Ona görə 10 səhifə, onu da 3'ə vursaq eləyəcək 30 vərəq. 63-cü sualla davam edirəm. Səhifəyə nömrənin yerləşdirilməsi. Nömrənin söhbət Word-dən gedirsə, nömrə insertdən əlavə edilir. Insertdən Hidden Photo Lent qrupunun içərisində page, deməli, səhifə nömrəsi, page number əmri vasitəsilə icra olunur. Sonra keçək növbəti sualımıza 64-də. Bu Excel-ə məxsus olan bir sualdır. Down-dur, right-dır, up-dır, left-dir. Bunlar nə üçün idi? Bunlar misal üçün biz tutaq ki, bir cədvəl yaratmışıq. Bu cədvəlin içərisində müxtəlif verilənlər var. 1, 3, 5, 7, 9, 10 misal üçün. Əgər mən buranı seçirəmsə bütöv, down basıramsa nə olur? Ən yuxarıdakı məlumat 1, hamısına doğru dolacaq. Bütün xanaların qiyməti 1 olacaq. Əgər buranı seçib up eləsəm, yuxarı doldur desəm, onda ən aşağıda nə yazılıb? Heç nə yazılmayıb, boşdur. Hamısı boş xana olacaq, hamısı boş olacaq. Yəni yuxarıdakını aşağıya dolduran downdur, aşağıdakını yuxarıya dolduran updır. Soldakını sağa dolduran, right-i seçəndə nə olur? Məsəl üçün, belə bir cədvəl varsa, 3'dür, 10'dur, tutaq ki 7'dir. Mən burada əgər right seçsəm nə olacaq? Ən soldakı 3'ü sağa doğru dolduracaq. Left seçsəm nə olacaq? Ən sağdakını sola doğru dolduracaq. Yəni orada doldurulan yeri göstərir, left right-ı. İndi burada da biz cavabı seçməliyik. Əgər down seçilibsə nə olacaq? Yalnız ədədi və məntiqi verilənlərlə dolacaq. Aşağıdakı xanaya daxil edilmiş, yalnız niyə boş xana idi misal üçün, boşla da dola bilir. Seçilmiş xanaya daxil edilmiş verilənlərlə yuxarıda xanaya daxil edilmiş, yuxarıdakı xanaya nə daxil etmişəmsə, o aşağıya doğru down'u seçəndə aşağıya doğru hamısını doldurmuş olacaq. Cavab olur D bəndi. Növbəti 65-ci sualda belə bir diaqram verilib və bu diaqrama əsasən biz seçməliyik ki, hansı diapazonu əhatə edir. Mən ilk öncə diqqət edirəm ki, burada adlar görsənir. Əgər adlar görsənirsə, bu C2-dən C7-yə qədər olan bir diapazon olmalıdır. Cavab olacaq D bəndi, amma davamına da baxaq. Həmçində bunların qrupları deyil, bunların qiymətləri var burada. Fikir versəz 9-dur, 8 ilə 6 arasında 7-dir, 9-dur, 7-dir, sonra 5-dir. Demək ki, onda biz də burada qiymət sahəsi üzrə götürülür. Və Y2-dən də Y7-yə qədər də həmin o qiymət sahəsi. Demək, o iki hissə seçilərək bir diaqram yaradılıb. Növbəti 66-cı sualda kontekstual tablar sonradan yaranma tablardır. Amma mən başa düşmədim. Sən geri qoydaq. Bir hansı diapazonu seçmirsən və belə bir cədvəl yaranıb. Mən baxıram ki, burada adlar görsənirsə, bir Fuad, Samirə, Firuzə, Ülviyə, Aytac olan hissə seçilib. Bu diapazon hansı diapazondur? C2-dən C7-yə qədərki diapazondur. Bir də baxıram ki, qrup nömrələri yoxdur burada. Deməli, qrupla bağlı heç nə yoxdur. Soyadla bağlı da heç nə yoxdur. Sıra nömrəsi ilə bağlı da heç nə yoxdur. Bir də görürəm ki, burada rəqəmlər verilib. Onların aldığı qiymətlər.
8 ilə 10 arasıdırsa, deməli bu 9 qiyməti buna uyğundur. 6 ilə 8 arasıdırsa 7 qiyməti də uyğundur. Burada 6 ilə 5, 4 arasıdırsa 5-dir. Yəni bu da uyğundur, da, elə deyilmi? Və bu diapazonda qiyməti Y2-dən Y7-yə qədərdir. Sən hansı diapazonları seçsən, belə bir diaqram yaranar. Aydındırmı? Başladım. Keçdik 66-cı suala. Burada kontekstual tablar soruşulur, amma PowerPoint-dən söhbət gedir. Deməli, PowerPoint-də kontekstual tablar sonradan yaranma tablar. Bax, home misal üçün əsas tabdır. Layout Word-də var, amma orada kontekstual tablar cədvəldə yaranan tab kimi götürəcəyik. Məsəl, Word-də layout əsas tab kimi də var. Cədvəl də yerləşdirəndə yaranır dizayndan layout. Amma burada ümumiyyətlə əsas tablarda layout yoxdur. Transition əsas tabdır. Format fiqur şəkil yerləşdirəndə yaranır. Animation əsas tabdır. Slideshow-da əsas tabdır. Kontekstual tablar soruşursa 2 və 4 cavab olacaq. Deməli, A bəndi. Bu test kimi düşsə tapmaq olar, amma açıq sualda çox çətin. Açıq sualda. Yəni, açıq sualda bəli, səhv eləyəcəyiniz məqam budur ki, məsələn, layout-u çox eşitmisiniz, amma burada söhbət PowerPoint-dən getdiyi üçün artıq onu da götürməyəcəksiniz. Bəli, açıq sual kimi gələk diqqətlə. Yəni bu iki dənə tab açılır. Biri layout olan, biri də dizayn olan. Odur bu, elə. Bəli, bəli, cədvəl yerləşdirəndə, bəli, bəli, Tab cədvəl, əlavə olaraq açılanlar. bəli, cədvəl yerləşdirəndə yaranır layoutla dizayn, həmin layoutdur. Ambar verilənlər bazası verilib və burada skaner malı haqqında yazının bir sətir aşağı enməsi təsadüf olunur və bu hansı sahə üzrə nizamlanma aparılarsa belə bir, belə deyək də, artıq skaner 6-da yox, 7-də yerləşmiş olar. İndi baxacağım. Mən qiymət sahəsi üzrə birinci baxacağam. Əgər qiymət sahəsi üzrə, misal üçün, gəlin artımı təyin eləyək birinci. Artım olmasa azalma eləyəcəm. Əgər artım təyin etsəm, birinci olacaq 120. 120 olacaq birinci. Daha sonra 120-dən sonra ikinci olacaq 370. Görün, yox, 370-dən də kiçik var. Olacaq 220, sonra 370, 370-dən kiçik yox idi. Sonra 670-dən kiçik yoxdur. Deməli 4 bu olar. 825 bu olar. 850 6 bu olar. Deməli 7 budur, 8 budur, 9 da budur. Ümid edirəm heç nəyə səhv görmədim. İndi burada nədir? Skanerin artıq nömrəsinə diqqət etirsəz, aha, artıq 7-ci yerdədir. Deməli elə qiymət sahəsi üzrə artım təyin olunarsa, biz artıq skaneri 6 yox, 7-ci sırada görərik. Amma qiymət sahəsinin artımı olmasaydı, mən azalmasına baxacaqdım. O qiymətli olmasaydı, miqdarın artma-azalmasına baxacaqdım. Yəni bu şəkildə variantlarla da işləmək mümkündür. 68-ci sualda kompüter qrafikasının növləri və proqramlar arasında uyğunluğu tapın. Mən demişdim, Photo Picture adlarını görsəz, bu rastıra aiddir. Gəlin rastırı seçək. Rastıra aiddir Photo Paint və Photoshop. Deməli, birə uyğundur B ilə D, birə uyğundur B ilə D. İkincisi, vektor qrafikasına aiddir Corel Draw və həmçinin Adobe Illustratorlar, bəli. Və üçüncü, fraktalın da adları demişdim, sadəcə ağza uymayan bir adlardır və o da olacaq C bəndi. Yəni, cavab ümumilikdə olur A bəndi. Keçdik 69-a. Deməli, əsas baza şəbəkə topologiyaları şindir, halqadır və ulduzdur. Şin, halqa və ulduzvari əsas baza topologiyaları. Digərləri aktivdir, pasiv ağacdır, nə bilim, sonra halqa ulduzdur, ulduz halqadır, nə bilim, şin halqadır. Bunlar hamısı sonradan yaranma hibrid topologiyalardır. Əsas olan bunlardır. 2, 4, 5 olacaq bizim A bəndimiz. Kompüterə məxsus şəbəkə kartının MAC ünvanının kodu verilir və biz bunu ikilik say sisteminə çevirməliyik. 1-2 verilib. Misal üçün, bunu çevirsək, 8-4-2-1 qaydasına əsasən biri çevirmək üçün 0-0-0-1 olacaq. Bunlar 12 deyil, ha. Bu 12 olsaydı nə kimi yazılardı? 16-lıq say sisteminə 12 yoxdur, axı 12-ni hərflə qeyd eləyərdik. Deməli, bu olacaq 0-0-1, 2 isə 0010. Deməli 0001, 0010 bu şəkildə başlamalıdır. Bu da uyğun gəlir 2-yə. 001, 2 dənə 0, 1, 0. Deməli mütləq 2 ilə başlamalıyıq. Mütləq 2 ilə başlamalıqsa heç digərlərini yoxlamağa ehtiyac yoxdur. Cavab olacaq elə B bəndi. İstəsəz ikinciyə də baxsaz. Misal üçün 0-ı almaq üçün hamısı nə olacaq? Deməli 0 almaq üçün 8, 4, 2, 1-dən hamısına 0 düşəcək. Deməli 4 dənə 0 olmalıdır. Həqiqətən də baxın 4 dənə 0 olmalıdır. Deyək ki, nədir? 13-dür. 13-də almaq üçün 8 ilə 4-ün cəmi 12 verər, bir dənə də əlavə 1-ə yazarıq, 13 eləyər. Deməli, 1, 1, 0, 1 də eləyəcək 13. Cavab olacaq həqiqətən də B bəndi. Keçirəm növbəti 71-ci suala. Son sualda. Buyurun. Əgər bu sualda, məsələn, bu deyilən qayda yaddan çıxır, məsələn, biz onluqda olan hər hansısa bir şeyi ikiliyə tək-tək gətirmək istəsək, onu 0 üçün necə gətirəcəyik? Alınmır, hə, onda?
Əslində alınır, tək-tək çevirsəz, alınır, prosta belə bir şey yazacaq. Bax, misal üçün 1 deyil, misal üçün 1 deyil. Biri siz misal üçün ikilik say sistemində tək-tək götürüb çevirsəz, biri 2-yə bölsəz nə olacaq? Biri 2-yə bölünməyəcək, elə deyilmi? Biri 2-yə bölünməyəcək. Bəli. Deməli, siz də bilməlisiniz ki, bir 16-lıq say sistemində hər bir element, yəni misal üçün biz deyəcəyik 0 da, misal üçün 0. Amma o 0-da axı 4 dənə oyuq ayrılır. Onda sən onun üçün 4 dənə 0 yazmalısan. Sonra növbəti misal üçün 2-ni çevir. Yəni belə deyək də tək-tək hamısını çevirsən, o sənin üçün uzun olacaq. Ya tək-tək rəqəm kimi götürməlisən, 2-ni götürməlisən, sonra 2-ni çevirməlisən. Aydınmı? Məsələn 2-ni çevirdim. Aydındır, aydındır. 1, 2, 0 misal. 1 0 değil, bak 1 0 değil ama orada 4 tane oyuk var diye sen qabağına əlavə 2 dənə də 0 artıracaqsan. Bu uzundur da, bunun konkret yolu Benim A1. orada o 12 değil. Bu 12 değil, 1 2'dir. Orada A, D, B falan var. 16'lıq say sistemində olanlar. Onları da rəqəmləri öz yerinə qoyub elə bölüb tapmaq olar bu hörmətli üsulla. Olar Məsələn, mı? A-nı Olur ama siz niye bu üsulu yerinə 10 qoyub. bozmusunuz Məsələn, ki? Əlbəttə ki olar. Əlbəttə mən ki olar. mənə biraz çətin gəldi. Bundan bir uzun uzadı gedirəm. Ona görə o hörmətli üsul daha yaxşı Məncə gəlir. məsləhət. Ya olar, problem deyil. O da səhv yol deyil. Universitetlərdə elə əsas onu öyrədirlər. 8-4-2-1 öyrədən yoxdur. Mən o hörmətli tuta bilməliyəm. Olsun, problem yox. Deməli, maskalarda ulduz və sual istifadə etməklə bu maskaya uyğun gələn fayllar seçin. Mən diqqət etməliyəm. A-nın qabağında mütləq simvol olsun və bir dənə simvol olsun. A-nın qabağında bir simvol, A-nın qabağında bir simvol. Bu adısa bir simvol yoxdur, bu adısa çox simvol var. Hələ ki 3 burada getdi. A'dan qabaq bir dənə simvol uyğundur. Bu anı düşünsən bir simvol var. Bu anı da düşünsən bir simvol var. Bu uyğun gəlmir. Bu adısa simvol yoxdur. Bu adısa 3 simvol var. Bu da getdi. Burada da hələ ki bu uyğun gəlir. Sonra A ilə B arasında ən azı bir dənə simvol olsun. A ilə B arasında ən azı bir simvol. A ilə B, bu A B-ni götürə bilər. Bu A B-nin arasında bir simvol ümumiyyətlə yoxdur. Bu getdi. A ilə B arasında bu A ilə bu B-ni düşünsən bir simvol var, olar. Bu A ilə B arasında da ən azı bir simvol yoxdur, amma bu A ilə B-ni düşünə bilərəm əslində. Hələ ki saxladım bunu. B-dən sonra mütləq bir dənə simvol olsun, ən azı bir dənə. Çünki sual var axı. B-dən sonra ən azı bir simvol olsun, ən azı bir simvol. Bu da uyğun gəlir. Bu da uyğun gəlir. Bu da uyğun gəlir. Bu da uyğun gəlir. Hələ heç problem yoxdur. Sonra burada axırı C ilə bitməlidir. C ilə. Deməli A variantı getdi. Bu okeydir. Bu da axırı C ilə bitir. Bu axırı C ilə bitmir. Bu da axırı C ilə bitmir. Bizə deməli uyğun gələn fayllar seçin deyirsə 2 və 5 uyğun gələn variantdır. 71-də cavab olacaq 2 5. 72-ci sualla davam edirəm. Belə bir diaqram verilib. A2 və S2 diapazonu seçilir və belə bir diaqram qurulub. Diaqram saat əqrəbi istiqamətdə bilirsiniz ki, bölünür və birinci bölünmə birinci paya, ikinci bölünmə ikinci paya, üçüncü bölünmə isə üçüncü paya uyğundur. İndi deyir ki, hansı mənfi olmayan ədəd yazılmalıdır? Gəlin bir dənə baxaq. Mən ilk bu ikisinin bir-birinə bərabər olduğunu deyirəm. Niyə görə? Çünki 25% düşən pay buradır və 25% düşən pay buradır. Bu da isə 50%-ə düşən paydır. Bu ikisi bir-birinə bərabərdir. Bu isə bunlardan 2 qat artıq bir rəqəmdir. Əgər bura 5-dirsə, misal bura 10 olacaq. Bura 15-dirsə, tutaq ki, bura 30 olacaq. Çünki bu bunun yarısıdır. Elə isə görün mən buradan nə tapa bilərəm? Gəlin bunu bərabərləşdirsəm. Məsəl üçün A1-in qiyməti nədir? Bilmirik. X-dir. X çıxılsın 3. Bölünsün. B1-in qiyməti 6-dır. 1 çıxsam eləyəcək 5. Deməli, bax, bu ikisini gəl bir dənə görək eyni olacaqmı? A1-in qiyməti nədir? X-dir. Çıxdım 3-ü, böldüm. S1-in qiymətindən 5 çıxılması. S1 10-dur, 5 çıxsam olacaq 5. Həqiqətən də bax bu 25%-ə düşən paydır. Eyni ilə bu da 25%-ə düşən paydır. İndi bura baxaq. Bu da isə 50%-ə düşən paydır. Belə çıxır ki, bunu 2-yə vursam buna bərabər olacaq. Eləyə bilərəm əslində. Necə eləyə bilərəm? Bir dəqiqə. Deməli, mən başa düşürəm ki, buradan, bircə saniyə şola. Mən buradan belə başa düşürəm ki, bu bunun 2 qatıdırsa, onda S1-in qiyməti də bizdə 10-dur, elə deyilmi? Yazaq onda 10 bölünsün, A1-in qiyməti də bilinmir. X çıxılsın 3-ə. Bax, bunun 2 qatıdır. Onda belə çıxır ki, 2 vurulsun. Bax, bura 2 vurulsun, X çıxılsın 3, bölünsün 5, bərabərdir bu ifadəyə. 10 bölünsün, X çıxılsın 3-ə. Belə bərabərləşdirmə apara bilərəm də, elə deyilmi? Müəllimə, mən bir siz nəyə başa düşməliyim? Buyur. Biz hardan dedik ki, 25 şeydir, Mən A1 çıx 3-dür.
Hə, O bax mən hissəmdən izah başlayalım. verəndə demişəm ki, elə bir saat 12-dən başlayır. Saat 12-dən başlayır. Birinci pay, birinci bölünən hissəndir. Bax, birinci hissə, birinci xanada yazılan qiymətindir. İkinci qiymət buranındır. Sıra ilə gəlir. Saat əqrəbi, saat belə gedir də, belə gedir. Birinci pay buranındırsa, ikinci pay buranındır, üçüncü pay da buranındır. Aydındır mı? Ona görə mən dedim ki, bu ikisi 25-25-dirsə, Orada heç bu ikisi 25-25-dirsə, deməli bu ikisi bir-birinə bərabərdir. Və bu da 50%-ə uyğun qiymətdirsə, bu bunun 2 qatıdır elə bil. Ona görə mən belə yazdım. 2 vurulsun x çıxılsın 3 bölünsün 5 bərabərdir 10 bölünsün x çıxılsın 3-ə. İndi burada misal üçün hər tərəfi 5-ə vurub, misal üçün bu 5-ə elə ki buradan azad eləsəm, belə yazaram. 2 vurulsun 2x çıxılsın 6. Bir dəqiqə, internet. Səsimi eşidirsiniz? Bəli, müəllim. bəli. Aha. 2x çıxılsın 6. Bax, burada hər tərəfi 5-ə vuracağım ki, elə ki, bu 5-dən azad olar. 2x çıxılsın 6 bərabərdir. 5-ə vursam bu eləyəcək 50 bölünsün x çıxılsın 3-ə. İndi bunları da bir dənə bərabərləşdir. Neyniyək? Burada da bir dənə x çıxılsın 3-ə hər tərəfi vursa, belə bir şey alınacaq. 2x çıxılsın 6 vurulsun x çıxılsın 3 bərabərdir 50-yə. Bu mötərizənin də açası olsam, 2x kvadratı, yəni gözləyim, bu da çıxdı, bu da çıxdı, elə deyilmi? Bir dənə çıx qoyaq. Bu da vurmadır. 2x kvadratı çıxılsın 6x, deməli çıxılsın 6x və deməli üstə gəlsin 18-ə. O da bərabər nəyə? 50-yə. Və bu şəkildə tapa bilərik. Deməli burada nə olacaq? Burada olacaq 2x kvadrat. Bunu əslində kvadrat tənliklə də eləmək olar, amma siz indi kvadrat tənliyə getməyinizə ehtiyac yoxdur. Bərabərdir. 50-dən də 18 çıxacaq. Və mən baxacağam ki, görüm hansı rəqəmlər, hansılı mənə bu ifadəni verər. 50-dən də 18 çıxanda yerdə neçə qalır? 32 qalacaq. 32. İndi baxaq. Misal üçün, mən burada mötərizə xaricinə 2x-i çıxartsam, burada x çıxılsın, 6 qalar. O da bərabərdir 32-yə. İndi baxın görək. 32-də hansı ədədlərin hasilidir? Misal üçün, mən baxıram ki, 4-ü 8-ə vursam 32 alaram, ya da 16-nı 2-yə vursam 32 alaram. Elə deyilmi? Deməli, misal üçün, burada mən 4 yazsam, o mənfi bir şey alınacaq. 8 yazsam amma, bax 8 yazsam. 8-dən 6 çıxsam, burada 2 eləyəcək. 8-dən 6 çıxsam, burada 2 eləyəcək. Və 2-ni də 8-ə vursam, eləyəcək 16. 16-nı da 2-yə vuranda həqiqətən də 32 verir. Deməli, yazılacaq rəqəm neçədir? 8-dir. Aydındır. Yani bu dünənki sınağa düşmüşdü. Eynən bu sual. Yox, buna oxşayırdı. Buna Demək olar ki, elə Rahat idi müəllim. Orada C1 faizlər də belə idi, oxşayırdı. Hə, O rahat idi. bunu başa düşdünüzmü? Çox vaxt bu qədər uzun getmir. İndi mən burada biraz belə deyək də rəqəmlər elə idi ki, biraz uzun getdi. Amma ki, çox vaxt yəni konkret x-in qiyməti alınır. İndi aydındırmı? Deyin görüm. Aydın olmayan Niyə istədiyimiz ədədi qoyub eləyək? Məsələn, siz Yox. 5 elədiniz. Biz məsələn altdan az olmalıdır. Yox, mən 5-ə bilsiz niyə görə vurdum? Bu məxrəc getsin deyə vurdum. Bu məxrəcdən azad olum deyə 5-ə vurdum. Bu məxrəc getdi. Burada da 5-ə vuranda, hər tərəfi 5-ə vururamsa, bu tərəfdə elədi 50. 5-ə o məxrəcdən azad olum deyə vurdum. Sonra burada bu məxrəc qaldı. Sonra da dedim hər tərəfi bir dənə x çıxıb 3-ə vurum ki, məxrəcdən azad olum. Məxrəc mənfin çətinlik törədi də məxrəcdən azad oldum. Sonra da bunu vurub açdım həmin o tənliyi. Vurub açandan sonra da baxdım ki, bax burada məsəl üçün 32 alınıb. Tez düşündüm ki, 32-ni ya 4 vur 8-dən alacağam, ya 16 vur 2-dən alacağam. Yəni yerləri ya da dəyişik ola bilər də. İndi düşündüm ki, əgər mən bura 4 yazsam, 4-dən 6 çıxsam, mənfi eləyəcək. Mənfi eləyəcək. Mənfi qiymət alınmamalıdır axı. Burada da misal üçün qiymət mənfi olmayacağına görə sonda nəticə mənfi olur. Özdə burada da qeyd eləyir ki, mənfi olmayan tam ədəd olsun. Deməli onda 8 qoysam mən bura, 8-dən 6 çıxanda içəridə 2 alınır və 8-i bura qoysam, 8-i 2-yə vursam 16 alınır. 16-nı da 2-yə vuramda eləyəcək 32. Yəni belə alınır. Düşünürəm ki, əslində çətin deyil. Sadəcə bu tənlik hissəsi biraz irəlidir deyə sizə gözünüzdə çətin görsəndi. Amma yəni bu sualları məncə əgər çox çətinliyiniz varsa, Koderanın deməli, hesablama testlərini mən izah eləmişəm. Kimdəsə çətinlik varsa dərsdən sonra mənə yazsın, o tip suallar izahı çoxdur. Növbəti belə bir sualdır. Bu həm deməli qlobala aid olan bir sualdır, həm də verilənlər bazasına. Mən burada izah vermişdim ki, bu çoxluqlar nəzəriyyəsində bir dənə düstur var. Təkləri toplar, güllər təkdir, 2100 təkdir. Qərənfil də təkdir, qərənfildə x götürək. Bərabərlə cütlərə, cütlər də ki, birləşmə və kəsişmələrdir. 3600 ilə
1300-ün nəyinə? Cəminə. Və buradan artıq x-i rahat şəkildə tapa bilərsiniz. 3600-lə toplayacağım deməli 1300-ü. Bu verəcək mənə 4900. Bundan da çıxacağım 2100-ü. Bu da verəcək mənə 2800. X də bərabərdir 2800. Yəni bu misalı həll etmək üçün diaqram qurmağınıza ehtiyac yoxdur. Amma biraz daha iri versiyalarda diaqrama ehtiyacımız var. Keçirəm növbəti 74-cü suala. Burada bizdən nə soruşur? Nəticəsini alınan yazılan sayını soruşur. Deməli, burada boyuna görə bir süzgəc tətbiq edilib, boy sahəsinə görə. Deyir, 165-dən kiçiklər. 165-dən kiçik və birləşmədir. 165-dən kiçiklər, deməli, bir dənədir. Və yaxud da 175-dən də böyüklər. 175-dən də böyüklər. Baxın, burada seçirəm. Məsələn, başqa var, yoxdur. Deməli, ödəyən yazılar ikinci, dördüncü və deməli 6-cı yazdı. 2, 4, 6-cı yazdı. Amma sualda bizdən alınan yazılan sayı neçə olar? Ona görə siz cavabda 3 yazacaqsınız. Sayını soruşduğu üçün. Amma hansılar desəydi 2, 4, 6 yazardınız. Bax, bu tip suallar ən çox səhv edilən tiplərdir. Diqqətli olun. Uyğunluğu müəyyən edin. Slides bu hansı tabda yerləşir? Ümumiyyətlə, slide 2 tabda var, amma belə geniş versiya, slide section verilən homa aiddir. Spelling grammarda bilirsiniz ki, bu dil qaydaları review'nun içərisində yerləşir, review'dadır. Və sonra tema isə dizaynın içərisində yerləşir, dizaynın içərisindədir. İndi burada da tabları seçməyi tələb olunurdu. Deməli, birincisi olacaq 1 olacaq C, 1 olacaq C, 2 olacaq review A, 3 də olacaq design, yəni D. 3 də olacaq D. C, A, D. Deməli, bu da 75-ci sual idi. Demin birinci sınağı bitdi. Keçirəm ikinci sınağına. İkinci sınaqda deməli, kompüterin əsas xarakteristikalarına aid deyil. Kompüterin əsas xarakteristikalarına aid, tutduğu sahə aid deyil. Yaddaş tutumu var. Əmrlər sistemi, bir dəqiqə, mən olmayanları ki, qoyub xəttləyim ən yaxşısı. Olanları pürüzlüyüm daha doğrusu. Kompüterin yaddaş tutumu var. Əmrlər sistemi var. Hesablama dəqiqliyi var. Başqa var. Yox. Deməli, 2, 3, 6 var. Amma olmayanlar Müəllimə bir təsvirlərin keyfiyyəti var axı. təsvir 6. kompüter əsas xarakteristikasına yoxdur. Biz O kompüter monitorda idi. Deyil, Bəli, deyil. biz kompüter seçəndə demirik təsvirin keyfiyyəti necədir. O şəkillə, o qrafika ilə bağlıdır. Onun kompüterin əsas ümumi xarakteristikasına aidiyyəti yoxdur. Olacaq 1, 4, xarici qurğulan sayının da aidiyyəti yoxdur. 1, 4, 5 və 4, 7. 5, 7, 7. Bəli. 52-ci sualda rastlı təsviri kompüterin yaddaşında nələr şəklində saxlanılır? Piksellər şəklində. Qrafiki primitivlər vektordadır. Proqramda mövcud olan riyazi düsturlar burada yoxdur. Xəttlər ardıcıllığı vektordadır. Hər bir pikselin yerləşmə və rənc ardıcıllığı şəklində saxlanılır. Cavab olacaq burada D bəndi. Keçən növbəti suala, 53-cü suala. Burada hesablamadır və çox rahat bir hesablamadır. Çünki düsturu unutsaz belə, sürət sizə deyir ki, bu rəqəm bitin zamana bölünməsindən alınıb. Elə isə yazaq. Bu rəqəmi 210 vur 1000 kimi yazıram, rahat olsun deyə. Bərabərdir. Biti zamana böl. Biti bilmirəm, yazıram bura bit, bölünsün zamandakı saniyədə 5-dir. Elə isə bit nəyə bərabərdir? 210 vurulsun 1000, vurulsun 5-ə. Bu isə bitdir. Lakin bizdən kilobaytla soruşur həcmi. Kilobaytla soruşduğu üçün 213-ə böləcəm. 210-dan 213 ixtisar gedəcək. 5000 bölünsün 8 qalacaq. O da eləyəcək 625. Cavab olacaq D bəndi. Növbəti 54-cü sualda Google axtarış sistemində axtarış aparanda istifadə olunan dəqiqləşdirici link ifadəsi nə ifadə edir? Biz əsasən linki dəqiq bildiyimiz halda linkin qarşısına həmin hyperlinkdə, yəni kopyaladığımız linki yerləşdirə bilərik. İndi baxaq, bu ifadə verilən söz və söz birləşmələrinə uyğun istinada çevirir, yox. Göstərilən ünvana istinadları özündə saxlayan veb səhifə, bəli, həmin o veb səhifənin özünü axtarır. Cavab olacaq B bəndi. Növbəti 55-ci sualda verilmiş A və B ədədlərin hasili. A-nı vurdum B-yə, bitdi, ona görə oldu xətti alqoritm. Yəni, sadə bir alqoritm olduğu üçün bunun üçün dövrə ehtiyac yoxdur. Cədvəl nədir? Cədvəl aksesdən söhbət gedirsə, verilənləri özündə saxlayan əsas obyektlərdən biridir. Bir və ya bir neçə formadan verilənlərin oxunmasını təsviri yox. Oxumaq üçün biz formadan istifadə edirik. Verilənlər bazasında olan informasiya çapını report icra edir. Forma pəncərəsinə verilənlərin daxil olmasını və baxın, bu forma pəncərəsi ilə informasiyanın sahə və yazda bəli, cədvəl məlumatları saxlamaq üçündür. 56-da cavab olacaq D bəndi. Servis proqramlarına aiddir. Örtüklər sistemə aiddir, utilitlər servisə aiddir. Əməliyyat sistemləri
Sistemə aiddir, tətbiqi isə tətbiqiyə aiddir. Utilitlər, antiviruslar isə sistemin servisinə aiddir. Örtüklər bazaya aiddir, şəbəkə əməliyyat sistemi bazaya aiddir. Antiviruslar servisə aiddir, bu isə instrumentala daxildir. Cavab olacaq C bəndi. Keçirəm növbəti 58-ci suala. Göstərilən diaqram elektron cədvəlin hansı kanallar diapazonuna əhatə etmişdir? Deməli, mən bir ipucu verdim ki sizə, saat əqrəbindən etibarən elə bir 12-dən başlayır, 12-də tam belə başlanğıc nöqtəsi buradır. Buradan başlayır, saat əqrəbi istiqamətlə bölünmə baş verir və mən diqqət edirəm ki, birinci paya düşən budur, ikinci paya düşən budur, üçüncü paya düşən də budur. Bax, misal üçün, A1 ilə S3 deyir, A1 ilə S3 deyir. Siz nəyə diqqət edir? Mən burada diqqət edirəm ki, bu birinci ilə üçüncünün cəmi ikincini verməlidir. Çünki faizlərə fikir versəz, 17%-dən 33%-in cəmi, digər ikisinin cəmi digərinin cəmini verir də, yəni yarıdan bölünüb. Belə çıxır ki, 4 deməli birinci ilə üçüncü. Deməli çıxır ki, 450 ilə 37-ni toplayanda 125 verməlidir. Vermədi. Deməli bu diapazon deyil. A3 ilə S3, A3 ilə S3. Baxaq. Birinci ilə üçüncünün cəmi ikincini verməlidir. Bax, birinci ilə üçüncünün cəmi ikincini verməlidir. 170 ilə 330, 500 verirmi? Verir. Deməli bu olacaq A3 ilə S3 ardıcıllığı. S1-dən S3-ə deyir. S1-dən S3-ə deyir. Belə çıxır ki, 37 ilə 330-un cəmi 390 verməlidir. Vermir. Deməli bu da deyil. A2 ilə S2, A2 ilə S2. Deməli birinci ilə üçüncü 30 ilə 390 cəmi 420. Aha, Verir də müəllimə. 420 bu da verir. Hə, bir dəqiqə nəysə. Birinci ilə üçüncünün cəmi. Deməli onda bir dəqiqə hansı idi bu? A2 ilə S2. A2 bu da verir axı. Maraqlı. 2 dənə cavab var müəllimə. Bir dənə cavab var. Həm bu uyğun, A3 ilə S3 uyğun gəlir. Bəlkə bu rəqəm 330 deyil. Mən 330 oxşadım. Faizi də var axı. Cəmlər uyğun gəlsə, oradakı faizlər uyğun deyil. Elə bil ki, üçüncü balancı daha Ona böyük baxacam. olmalıdır. Ona ona baxacam. görə. Prosta ola bilər ki, bu 330 deyil. Ona baxacam. Bax, bu axıda Üçüncü daha faizlə. böyükdür axı faizlə. Hə, bir dənə Üçüncü gözləyin, ona da faizlə. baxacam. Bir dənə səbirli olun. Bax, ikisini saxladım. A1 ilə S1. Bax, A1 ilə S1 bu ikisini hə, verin. Demək olar, iki dənə variant arasında qaldıq. İndi artıq faizlər bizə kömək eləyəcək. Deməli, biz nəyə baxacağıq? Bir dəqiqə. İndi faizlərə baxaq. Mən baxıram ki, bu buranı da silim, təmiz olsun. Mən B variantı düzgündür burada. B variantı. Baxaq. A3 ilə S3 demişik. Burada görə uyğun gəlirmi? Bax, fikir versəz 170, 500 və 330. Burada uyğun gəlir, amma burada uyğun gəlməyəcək. Siz niyə görə? Fikir versəz. Bax, bu rəqəm çox kiçik rəqəmdir. Çox kiçik rəqəmdir. Bu rəqəm isə çox böyük bir rəqəmdir. Necə deyim? Yəni bu elə ki, belə bir diaqram alınması mümkün deyil. İstəsəz əgər şübhələnirsinizsə, bunun başqa bir yolu da var. Başqa bir yol da budur ki, hamısını toplayırsınız. Neçə eləyir? 840 eləyir də, hə? 840. Əgər 100%-ə düşən paydısa, misal üçün bir dənə şübhələnirsə tapın. 33%-ə düşən pay nə qədərdir? X. Bax, buradan artıq X-i tapsaz, biləcəksiniz ki, bu diaqramın bizim seçdiyimiz variantı düzdür, yoxsa səhvdir. Aydındırmı? 840-ı vuracaqsınız 33-ə, böləcəksiniz nəyə? 100-ə. Bu da çox böyük bir rəqəm eləyəcək. 277 tam nə qədərsə eləyəcək. Düzdürmü? Deməli, burada artıq belə bir faiz verilə bilər, belə bir rəqəm verilmədiyinə görə, deməli, bizim elə seçdiyimiz A3, S3 diapazona uyğundur. İstəsəz də bunu yoxlamaq, nə edirsiniz? Hamısını toplayın. 500 nə eləyir? 1000 eləyir. Deyəcəksiniz ki, əgər 1000 bizim 100%-imizə düşən paydısa, misal üçün deyək, tutaq ki, deyək ki, 17 ədədinə düşən faiz nə qədərdir? X faiz. Və buradan artıq tapa bilərsiniz. O da eləyəcək 17% ilə. Aydındır? Müəllim olarmı? O Bəli. uzağa niyə gedirik? O sıfırlarda pozsaq, hərəsinin axırından bir O da dənə olar. düz gəlir. O da olar. Yəni hər gün tapmaq olar. Yəni burada müxtəlif yollardan istifadə edə bilər. Prosta mən hər yolu deyirəm ki, bir yol yadınıza düşməsə digər yolu yoxlayın. Məsələn, iki variant arasında qaldınız. Aha, iki variant da düzdür, ola bilməz. Deməli, hansısa birində nəsə bir əmma var. Artıq o şəkildə dediyim kimi tətbiq edə bilərsiniz. Bu belə. 172 qatı da 330, 340-a yaxında. Elə oradan da tapmaq olar əslində. Bəli, o şəkildə də tapmaq olar. Bəli, o da olar. Düzdür. Sonra keçək növbəti 59-cu suala. Daxil etmə qurğularını göstərin. Printer xaric etməlidir. Skaner daxil etməlidir, xaric etməlidir, daxil etməlidir. Bu da plotterdə xaric etməlidir, daxil etmə və daxil etmə qurğularıdır. Deməli, 2, 4, 7, 2, 4, 6, 7.
Yəni A bəndi. Word proqramında mətnin şriftini onun işin hansı mərhələsində dəyişmək olar? İstənilən vaxtı, istənilən mərhələdə yazmısan, yazandan sonra dəyiş. Yazıb qurtarmısan, yəni yazıb yazmamısan heç. Başdan dəyiş, şrifti seç, o şəkildə yazacaqsan. Yəni istənilən mərhələdə mümkündür. Mətn prosesorunda hansı görünüş rejimlərində üfüqi xəttkeş görsənmir? Bilirsiniz ki, biz belə bir söz demişdik, axırı t ilə bitmə məsələsi. İkisində də 2 dənə t ilə, yəni həm burada t varsa, 2 xəttkeş görsənir. Axırı sadəcə bir t ilə bitirsə, demişdik ki, sadəcə üfüqi xəttkeş görsənir. İndi üfüqi xəttkeş görsənməyən, bax fikir ver, üfüqi xəttkeş görünmür deyil. Bilirsiniz ki, birdə hamısı görsənir. Deməli, bir olan variantları silə bilərsiniz. Outline-da heç bir xəttkeş görsənmir. Deməli, 2-ni mütləq götürməliyik, düzdürmü? 2 mütləq götürülməlidir. T ilə bitir, deməli xəttkeşin biri var. Draftda da T ilə bitir, deməli xəttkeşin biri var. Özə biri var deyəndə üfüqi görsənir də. Şaqili onsuz da heç birində, bir dənə print layoutdan başqa heç birində görsənmir. Deməli, burada üfüqi görsənir, burada üfüqi görsənmir. Bir də görsənməyən hansıdır? Read mode-dur. Deməli, cavab olacaq 2 və 4. 62. Fayl və ya qovluğun necə açmaq olar? Ya üzərinə 2 dəfə klikləyəcəm, ya da üzərinə sağ düyməni vurub, deməli, üzərinə sağ düyməni vurub, kontekst menüdən open düyməsinə basaraq da aça bilərəm. Lazım olan piktoqram üzərinə mouse'un sol düyməsini 2 dəfə basmaqla. Elə cavab olacaq A bəndi. Fasilə ilə 2 dəfə bassaz, onda rename olacaq, adı dəyişəcək. Amma fasiləsiz klikləsəz, o zaman açmış olursunuz. Təqdimatlarda adətən ilk slayd titul slayd adlanır. Ya titul ilkin slayd demək. Ya ilkin slayd Azərbaycanda tərcümə eləməyin. Bu ASTV tərcüməsidir. Titul slayd yəni ilk başlanğıc slayddır. Adicə bu PowerPoint-un özündə PowerPoint-un özündə burada struktur gəlib seçəndə ilk slaydı seçmək üçün burada title slayd, yəni birinci slayda başlıq təyin edəndə həmin onu seçirik. Keçək növbəti sualımıza 64-də. Deməli, burada B3 bölünüb C4-də. B3-ün qiyməti mətn tiplidir, bu isə rəqəm tiplidir. Deməli, bizdə nə çıxacaq? Value çıxacaq. Sən mətni rəqəmə bölə bilməzsən. Sıfıra böləndə bu çıxır. Refdəki referans elədiyimiz artıq cədvəldə yoxdursa, silinibsə, o zaman ref çıxır. IP ünvan uzunluğu 4 baytdır və yaxud da 32 bitdir. 4 baytdır, yaxud da 32 bit. Doğru fayl adı deyil. Doğru fayl adı deyil. Təbii ki, John List olan. Deməli, John adı, John'dur, Pırındır, Null'dur, Aux'dur, LPT 0-dan LPT 9-a, Com 0-dan Com 9-a. Bunlara icazə yoxdur. Burada da məsəl üçün nidaya sizi çaşdırmasın, bu nidaya problem yoxdur. Info TXT tam normaldır. Doc 1 ST normaldır. PST exe də tamamilə normaldır. Cavab olacaq Y bəndi. Tutaq ki, verililər bazasının hər hansı belə bir cədvəl verilib. Soyad, doğum ili, gəlir sahələri və doğum ili 1958-dən böyük və gəlir 3500-dən kiçik olsun deyirsə, onda nələr tapılacaq? Gəlir 3500-dən az. Aha, və doğum ili 1958-dən deməli, o da 1958 və ondan sonra olsun. Yox, 1958 ola bilməz. Çünki 1958-dən böyük deyil. Gəldi 3500-dən az, 3500-dən az və doğum ili 1958 olsun, xeyr. Gəldi 3500-dən az olmayan, az olan daxı burada, ona görə bu da getdi. Gəldi 3500-dən az, düzdür. Doğum ili 1959 və ya ondan sonra olsun. 1959 sonra ola bilər, hə. 1958-dən böyükdür dediyi üçün 59-dan başlayırıq, ondan o tərəfə hamısı aiddir. Deməyin ki, ay müəllim 1958 59-dan kiçikdir, böyükdür. O da çox dərinliyə getməyin. Biz ona rəqəm kimi baxırıq. 1958-dən böyük rəqəm 1959-dur. Yəni yaş kimi baxmayın ona. Bu da belə. Keçdik 68-ci suala. Sənəd yalnız oxumaq üçün açılıbsa, biz ancaq orada düzəlişi edib həmin faylı seyv eləyə bilməliyik. Amma sən orada düzəliş elə, get başqa adından yadda saxla, problem yoxdur. Sənədi bağlaya da bilərəm, çap eləyə də bilərəm. Düzəlişi həmin faylda saxlamaq olmaz. Sənədi elektron poçtdan göndərə də bilərəm. 1, 2, 4 tamamilə doğrudur. Görmək olar soruşur deyə 1, 2, 4. Növbəti 69-cu sualda sənəddə verilmiş, seçilmiş fraqmenti gizlətmək üçün Homelet tapıb. Bax, fraqment deyirsəm, deməli mətn deyir. Obyekt deyirsə, deməli şəkli nəzərdə tutur, fiquru nəzərdə tutur. Biz fraqmenti gizlənəndə fonda daxil olmaq üçün Ctrl-D ilə Alt əmrini açırdıq. Oradan da nəyi seçirdik? Hidden seçirdik. Amma fiquru gizlətmək desə, onda editingdən daxil olub, selectdən seçəcəyik selection pane və yaxud da formatdan da təyin edə bilərsiniz, ya da layoutdan da onu gizlətmək mümkündür. Slaydların nümayişi zamanı nümayişdən imtina etmək üçün escape-dən istifadə olunur.
Mətn redaktoru WordPad imkan verir. Nəyə? Mətni formatlaşdırmağa, mətni redaktə etməyə, cədvəl yaratmaq. Cədvəl yerləşdirmək olur, amma yaratmaq, cədvəl yaratmaq funksiyası yoxdur. Veb səhifə ilə əlaqə yaratmağa yox. Cavab olacaq 1 və 2. Belə bir cəmin qiymətinin ikilik say sistemində hesablayın. Ümumiyyətlə, burada diqqət etirsək, biri ikilikdə, digər ikisi onluqda verilib. Ən yaxşı halda gəlin bunların hamısını onluğa çevirək. 0, 1, 2 ilə çevirsək, bu eləyəcək, demək, 2 üstə 2, 4 və üstünə 2 gəlsəm eləyəcək 6. 6 üstə gəl, 20 üstə gəlsin nəyə? 25-ə. Bu eləyəcək, deməli, 45, 45-in üstünə 6 gələndə eləyəcək 51. Deməli, biz 51 ədədini çevirməliyik ikilik say sisteminə. 51 ədədində çevirəndə 2-nin ən maksimal qüvvəti 2 üstə 6, 64-dür, yoxdur. 5-dən başlayır. 5, 4, 2, 5, 4, 3, 2, 1, 0-ı yazıram. Hansı qüvvətlər var? 2 üstü 5 var. Bu mənə 32 verir. Hələ üstünə nələrsə gəlməliyəm ki, 51 versin. 51-dən 32 çıxanda 51-dən 32 çıxanda neçə qalır? 19 qalır, elə deyilmi? 19-u mən 2 üstü 4-dən alaram. Bu mənə 16 verər. Bunun da üstünə 3 gəlməliyəm. 3-ü də gəlmək üçün 2 üstü 1 və 2 üstü 0 mənə 3 verər. Lazım olmayan qüvvətləri də, deməli, sıfırlarımı düzdüm. Deməli, bu 51 ədədini ikilik say sisteminə çevirəndə bizə verəcək 1, 1, 0, 0, 1, 1. Növbəti 73-cü sualda aşağıdakı mülahizələrdən hansı doğrudur? Aha, deməli, monitor daxil etmə qurğusu deyil, xaric etmədir. Qrafiki planşet daxil etmə qurğusu Deyir ki, düzdür. onlar müəllimə. O Buyurun. yuxarıda o 20 var da 20, 25. Onları ikilik say sisteminə gətirib hesabladınız hamısını bir Yox, yerdə. yox, bu ikisi 20, 25, elədi 45. Bunu da onluğa çevirdim, elədi 6. Topladım, elədi 51. 51-i sonra ikiliyə çevirdim. Yəni tək-tək ikiliyə çevirib də toplaya bilərdim, o uzun olacaqdı. Hamısını onluğa gətirib sonra ikiliyə çevirdim. Tamam. Hı -hı. 73-də doğru olanları seçməliyik. Qrafiki planşet, bəli, digitalizə daxil etmədir. Bax, daxil edirəm hal-hazırda məlumatı. TV tuner, deməli, televiziya verilişlərini monitorda əks etdirən periferiya qurğusudur. Düzdür, daxil edir. CD-ROM xaric etmə qurğusudur, yanlışdır. Klaviatura daxil etmə qurğusudur, düzdür. Web kamera görüntüləri əks etdirən xaric etmə deyil, daxil etmədir. Demək, bizdən doğru olanları bəli soruşur. 2, 3, 5 olacaq. 2, 3, 5. Mən çox üzr istəyirəm. Daxil etmə, xaric etmə bir də giriş-çıxış qrupularını mən çox vaxt dərs alıram. Onların bir dənə PDF formasında deyəsən atmışdı. Yəni Bəli. kitabda varsa əgər, kitabda hamısı birlikdə yoxdur da, onlar kisiyasından təzyiq. O qızıl qaydaların da içində olmalıdır. Tapmasanız yazarsınız dərsdən sonra ataram. 74-də bizdən neçə sətir var soruşur. Sətirlər rəqəmlərdir. 6 çıxılsın, 2 üstə gəlsin, axırdan əvvəl çıx, üstə gəl biri. 6-cı çıxanda 4 üstə 1 gələndə 5. Deməli 5 dənə sətir var. Sütunlar hərflərdir, sətirlər rəqəmlər. İndi, deməli, Arknet bilirsiniz ki, ulduzda istifadə olunur. Arknet ulduzda, yəni Arknet olacaqsa, Ethernetdə istifadə olunur Şində. Deməli, bu da olacaq A. Deməli, 1 olacaq C, 2 olacaq A. Keçdik növbəti 3-cü sınağa. 3-cü sınaqda bizdən sənədin baxış rejimlərinə aid olmayanı müəyyən edin. Söhbət PowerPoint-dən gedir. Baxaq. Deməli, normal var, notes page var, slide sorter var, reading view var. Nə var burada? Costume. Reading view əslində oxu rejimidir. Yəni, bunlar hamısı sırf PowerPoint ilə bağlı xüsusiyyətlərdir. Yəni, bunlar hamısına baxma olur. Amma custom slide nədir? Bu yeni görünüşün yaradılmasıdır. Bu, yəni standart görünüşlərin içərisində sənədin baxış rejimlərinin içərisində yoxdur. Paint qrafik redaktor faylının ad genişlənməsi hansıdır? Bu bilirsiniz ki, Word-a aiddir. Paint aiddir. PDF proqramlarında istifadə olunur. Exe icra edilmədir. Bu da Notepad-in faylıdır. İlkin proqramı maşın koduna çevirən proqram necə adlanır? Translyator adlanır. Bunda iki növ var idi. Bir kompilyator, bir də interpretator. Kompilyator bütövlükdə, interpretator sətir-sətir. Sonra, deməli, burada bizdən nə soruşur? Deyir, sıfırların sayı nəyə bərabərdir? Mən baxıram, bunlar hamısını toplayıb onluqdan düşünüb və bunu ikiliyə də çevirə bilərsiniz. Amma ona ehtiyac yoxdur. Onsuz da sənə verib də 2-nin qüvvətlərini rahat. Niyə? Onu sən hələ bir də toplayasan, özünü çətinə salasan ki. Bax ki, ən böyük qüvvət 2 üstü 9-dur. Onda yaz bura. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Hansı qüvvətlər varsa altına 1 yaz. 2 üstü 9 var. 2 üstü 8 də var. Üstünə xətt deyək ki, çaşdırmasın. 2 üstü 7 də var. 2 üstü 6 da var. 2 üstü 5 də var. Sonra 2 üstü 4 də var. 2 üstü 3 də var. Hansı qüvvətlər var? Onlara 1 yaz. 2 üstü 2 də var. 2 üstü 1 də var.
2 üstü 0 da var, 1 də var. Aha. Bir dənə burada 1 artıq qalıb. Bir dənə 1 burada artıq qalıb. Onda nə edirsiniz? Üstünə 1 gələndə hamısını sıfıra çevirəcək. Bir dənə qabağa 1 düşəcək. Elə bir neçə rəqəmdir? 10 rəqəmli deyil, 11 rəqəmli bir ədəd alınacaq. 11 rəqəmli. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli 10 rəqəmlidirsə 11 rəqəmli olacaq. 11 rəqəmli. Mən səhv bir dənəsini sıfıra artıq yazdım deyəsən. Bax elə bir ki bunların hamısını elə başdan bax göstərim bura. Bir dənə bu 1 olur. Bax bir dənə bu 1 olur. Bunların hamısı sıfıra çevrilir. Niyə? İndi deyim sizə. Hər dəfə 1 ilə 1-i toplayanda 2 eləyir. Hər dəfə 1 ilə 1-i toplayanda 2 eləyir və 2-ni atırıq, yerdə qalanı yazırıq ora. Kiçik rəqəmdə göstərəcəm. Misal üçün, əgər 4 rəqəmli 111-dirsə, sən bunun üstə 1 gələndə ən kiçik 5 rəqəmli ədəd alınacaq. Yəni bir dənə 1 olacaq, davamında 4 dənə 0 olacaq. 1 ilə 1-i toplayırsansa 2 eləyir. 2-ni atırsan, 2-likdə 2 yoxdur axı. 0 yazırsan 1 yadda. Sonra o 1 ilə o 1 yadda toplanır, yenə 2 eləyir. Yenə 0 yazsan 1 yadda. Yenə 2 eləyir. Yenə 0 yazsan 1 yadda. Yenə 0 yazsan 1 yadda. O 1 yadda da gəlib düşür bura. Yəni ən böyük 4 rəqəmli ədədin üstünə 1 gələndə ən kiçik 5 rəqəmli ədəd alınır. İndi bu da ən böyük, ən böyük neçə rəqəmlidir? 0-dan 9-a qədər. 10 rəqəmli idisə, onda üstünə 1 gələndə nə olacaq? 11 rəqəmli ən kiçik ədəd alınacaq. 11 rəqəmli ən kiçik ədəd. 11 rəqəmli də budur ki, bir dənə 1, davamında 10 dənə nə? Davamında bax burada 10 dənə 0. İndi məndən də sıfırların sayını soruşursa, 10 dənə 0 olacaq. Aydındır? Aha. BIOS nədir? BIOS giriş-çıxış baza sistemidir. Cavab olacaq Y bəndi. Mətn fraqmentinin sürətini, həmin hissəni saxlamaqla. Həmin hissəni saxlamaq istəyirəmsə, deməli, mən orada nə etməliyəm? Kopyalamalıyam. Kat eləsəm, həmin hissəni saxlamış olmayacam. Deməli, paste-i icra edib, sonra kopya icra eləyə bilmərəm. Birinci kopyalamalıyam, daha sonra qeyd edib paste eləməliyəm. Birinci kopya, sonra paste eləmək. Ki, yəni məlumatı kopyaladım, yerində də qaldı, yeni yerdə gedib paste elədim. Cavab olacaq C bəndi. Sənədə Yunan əlifbasının hərfləri, yəni simvollar daxil etmək üçün insertdən istifadə edirik. Insertin simvol lent qrupundan simvoldan istifadə ediləcək. Cavab olur C bəndi. Növbəti 58-də informasiyanın tutumu bu qədər baytdırsa, kilobayta çevirmək üçün bu 4 vurulsun 2 üstü 10-dur. Bunu da kilobayta çevirəndə 2 üstü 10-a böləndə qalacaq 4. Yəni cavab olacaq C bəndi. Növbəti sual. Təqdimat proqramı barədə hansı fikir doğru deyil? Müxtəlif slaydlara müxtəlif sərlövhələr vermək olar. Doğru fikirdir. Slayda seçilmiş obyektlər ayrıca çap etmək olar. Yox. Ayrıca seçim o 5 dənə, 10 dənə obyektlər var. Nə qədər obyekt var? Seçim ayrıca onları çap edeyim. Elə bir xüsusiyyət yoxdur. Biz burada çap eləyə bilərik nəyi? Ctrl-P-yə basıram və çap üçün print pəncərəsi bizim üçün açılır. Burada slaydlarla bağlı. Baxın, burada slaydlarla bağlı. Nə edə bilərsiniz? Biz burada şpargalka üçün bir slayd, yəni bir səhifədə 9 səhifə slaydı çap eləyə bilərik. Bir də çap eləyəndə kommentləri və bir də ink, yəni qələmlə yazdıqlarımızın da çap olunmasını icra eləyə bilərik. Amma da mən orada obyektlər var, onları ayrıca çap eləyim. Belə bir xüsusiyyət orada yoxdur. Növbəti, kontrol panel funksiyası nədir? Sazlamaq. Proqram və faylların icra olunma ardıcıllığını idarə etmək üçün deyil. Müxtəlif fayl formatlarını bir-birinə çevirmək deyil. Ekrana təsvir deyil. Ofis paketlərində dialoq pəncərəsi idarə etmək üçün deyil. Quraşdırılmış qurğu və proqramların açar söz sazlanmasıdır. Cavab olacaq Y bəndi. Alqoritm daha əyani təsvir etmək üçün blok sxemindən istifadə olunur. Aşağıdakılardan hansı internet protokollarının birinin adıdır? LNT yoxdur, LNTP var. FTP bəli var. Fayl transfer protokoldur. OTP isə nədir? UDP protokolu var, amma OTP isə nədir? Burulmuş güc kabeldir. 63-cü sual. Açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli. Bu səhv etmirəmsə, dünənki sırağa gün hansısa dərsdə izah eləyəndə var idi. Dünən idi, səhv eləmirəmsə. Demişdim, müxtəlif sistemlərdə, fikir versək, C variantına. Müxtəlif açıq sistemlərin müxtəlif səviyyəsi var idi orada. Demişdim, müxtəlif səviyyə deyil. Tətbiqi prosesi idarə etmək üçündür. Yəni, məsəl üçün, tətbiqi olaraq bir-birlə əlaqə saxlaya bilməsi üçün deyirdim, fərqli bir sistem düşünün. Biri fərqli bir şirkət, digər fərqli şirkətə zəng eləmək istəyirsə, o sistemi olana qədər bu mümkün deyildi. Ancaq həmin qurğular arasında mübadilə mümkün idi. Artıq deyir ki, müxtəlif açıq sistemlər tətbiqi prosesi qarşılıqlı əlaqəsini təmin etmək üçün Open System Interconnection-dan istifadə edildi. Növbəti 64-cü sual. Aha.
64-də bizdən nə soruşur? Deməli, dövlət idarəetmə orqanlarının və cəmiyyətin İKT-dən istifadə etməklə qarşılıqlı əlaqəsinin təmin edilməsi elə elektron hökumətin tərifidir. Elektron hökumət, dövlət idarəetmə orqanlarının və cəmiyyətin artıq İKT-dən istifadə edilməsi elektron hökumət adlanır. Verililər bazasına açar nə üçündür? İki cür açar var. Biri primary key, biri də foreign key. Primary key bir qiymətli təyin etmək üçündür. Foreign key isə cədvəllər arası əlaqəni yaratmaq üçündür. Ya cədvəl arası əlaqə olmalıdır, ya da bir qiymətli təyin etmə olmalıdır cavablarda. Parol qoymaq yox, dəyişiklik etmək yox. Cədvəl arasında əlaqəni yaradan bəli, foreign keydir, yəni xarici açardır. Klaviaturada caps lock hərf registrinə dəyişir və yaxud da böyük hərf registrinə keçməni təmin edir. 67-ci sualda hansı nisbi ünvandır? Nisbi ola bilməz dollar var. Bu qarışıq ünvandır. Bu qarışıq ünvandır. Bu mütləq ünvandır. Bu isə nisbi ünvandır. R3 xanası. 68-ci sualda C11-də yazılan düsturu C12-yə daşısaq nə olacaq? Buradan bura düşdüyüm üçün ancaq sətir artır. 11-dən 12-yə düşürəmsə ancaq rəqəm hissələri artacaq. B13 çıxılsın. Dollar A, dollar 11. 11 daha qarşısında dollar var deyə dəyişmir. Bunu hesablayaq. B12-nin qiyməti olacaq 5, çıxılsın A11, yəni 3. Bunun nəticəsi bizə verəcək ki, növbəti B13, yəni 4, çıxılsın A11, yəni 3. Bunun nəticəsi bizə verəcək 1. Və C11 ilə C12 ilə toplayası olsam, nəticə bizə verər 3. Yəni cavab olacaq D bəndi. Insert LED tabının text lent qrupundakı objekt düyməsinin açılan siyahısından OLED texnologiyasından başqa orada bir də text from file var. Demişdim ki, heç bir əlaqəsi olmayan, yəni istədiyim bir Word faylını gətirib orada yerləşdirə bilərəm. Baxılan faylın müəyyən hissə deyil. Cari sənədə digər mətn faylının müəyyən fraqment deyil. Cari fayla əlaqə yoxdur da. Cari sənədə lazımi faylı yerləşdirmək üçün, yəni fərqi yoxdur, əlaqəsiz, yəni hardan istəyirsənsə bir faylı gətir, onu tam şəkildə birləşdir. Bu da OLED texnologiyasının içərisində text from file ilə icra edilir. Siz göstərin burada, insertdən daxil olanda text lent qrupunun içərisində baxın burada. Bir var OLED texnologiyasına daxil olmaq. Bir də var text from file. Və buradan artıq faylı seçib bütöv şəkildə həmin faylı burada yerləşdirirsin. Yəni o heç buna əlaqəsi falan yoxdur. Sadəcə ürəyin istəyir, onu gətirib yerləşdirdi. Neumann arxitektura hər bir kompüter hansı hissələrdən, mərkəzi və periferiya hissələrindən ibarətdir. Bunlar da bir-birlə sistem interfeysi vasitəsilə birləşir. Start menüsünü hansı sollarla açmaq olar? Cavablardan birini və ya bir neçəsini seçin. Klaviaturdan Ctrl Escape ilə açmaq olar. F11 düyməsi deyil. Deməli, Start düyməsi üzərində mouse'un sol düyməsini klikləməklə açmaq olar. Klaviaturdan Win düyməsinə basmaqla olar. Start düyməsi üzərində mouse'un sağ düyməsini yox, alt tabla da yox. Deməli, 1, 3, 4, 1, 3, 4. İndi bizdən hansı üsullarla deyirsə cavab olacaq 1, 3, 4. Amma bəzən deyir neçə üsulla, hansı üsullarla yox, neçəsi ilə deyir. Onda cavab olar 3. Diqqətli olun bu tip suallarda. Ən çox, birinci şansda ən çox səhv edilən məqamlar bunlar idi. Olar, olmaz, neçəsi, hansı, bu tip suallara diqqət olun. Deməli, fən fizika il 1960. Bir dənə sual deyim sizə. Qəbulda düşüb indiyə kimi. Onu çox vaxt tələbələr hər dəfə deyir ki, müəllim, biz bilmirik, o heç nə yazmayıb. Yazıb ki, fən fizika heç nə yazmayıb ortada. Nə və yazmayıb, nə və ya yazmayıb. Sizcə indi bir dənə belə sual ünvanlayacağım sizə. Nə və ya yazmayıb, nə və ya yazmayıb. Siz orada nə götürərsiniz? Vəyəni yoxsa Ortaqları, kəsişmə. Ay sağ. Bəli, kəsişməni götürəcəksiniz. Belə düşünün. Mən deyirəm ki, riyaziyyat bilənlər, informatika bilənlər bir addım qabağa gəlsin. Elə bir ki, ikisini ard-arda deyirəmsə, bu ikisi bir-birinə asılılıq təşkil edir, və kimi başa düşülür. Əslində yazılır, amma bir il qəbulunda onu verməmişlər və o və kimi qəbul olunmuşdu. Mən sizə deyim, yəni bu şəkildə sual görsəz, bu da Müəllimdən sual verə bilərəm. bəli, Kəsişmə and şey var idi, o birləşmə bəli. kəsişmə and or. O hansı idi? Yazmaq çıxdı deməlim. End kəsişir. End ortaqdır. İkisinin ortağı. Venn diaqramında end orta hissədir. Yəni ikisində də olanlar. 1, 2, 3, misal üçün 3, 4, 5. Bu ikisinin endi nə verəcək? İkisində də ortaq olan, yəni 3-ü götürəcək. Amma orve isə birləşmədir. O birləşdirir. 1, 2, 3, 4, 5 verəcək. Aydındır mı? Qaçıda düşdü. Bəli, müəllimə, çox sağ olun. Bizdə sağ. İndi burada nə soruşur bizdən? Deyir fənni fizika olsun. Və ikisi də olmalıdır da və yazdığı üçün. Mən birinci fizikaların qabağına heç nömrələrini yazmıram. Belə qarşısına işarə qoyacağam. Fizika
Fizika, fizika, fizika. İndi deyir ki, və eyni zamanda ili 1960-dan böyük olsun. 1960-dan böyükdür. 1960-dan bu da böyükdür, bu da böyükdür. Və hətta böyük bərabər deyil. Onda bu da böyük bərabər də var. Bu isə 1960-dan böyük bərabər deyil. Bir dənə bu ödəməyəcək. Deməli, bizdə ödəyəcək bu yazılar. Deməli, 3-cü, 7-ci, 9-cu və 10-cu yazılar. Şərtlərini ödəyən sətirlərin sayını soruşduğu üçün cavabımız olacaq 4. Bayaq o sualı, başdakı sualı nəyə görə soruşdunuz? Mən başa düşmədim. Necə? Bayaq başdakı sualı nəyə görə soruşdunuz? Başdakı O hansı başdakı? 72-ci sualı dediniz və götürəcəksiniz. Burada onu nəyə görə verəcək o sualı? Bunu dedim ki, bir dəfə imtahana düşmüşdü. Bu vəni verməmişdi. Uşaqlar da bilmirdi ki, burada fən fizika və il 1900, yəni iki şərtlə ödəyənləri mi götürək, yoxsa və ya kimi düşünüb Eynən, başa birləşdirək düşdüm. mi? Onu deyirəm ki, yəni və verməsə belə və kimi götürün. Onu deyirdim. Aydınmı? Aha, 73. Dizayn rejimində verilənlər bazasının cədvəlini xarakterizə edən parametrlər hansılar? Dizayn keçən kimi 3 dənə sahə açılır. Biri description'da təsvir etmək, bunu heç yazmasaq da olar. Bir data tipi idi, bir də file name idi. Burada sahənin adını yazırdıq, buradan tipini seçirdik. Burada isə təsvirdə onu yazmaya da bilərdik. 1-dir, 3-dür, 5-dir. Ələn parametrlər 1, 3, 5. 74-cü sualda 30 səhifədən ibarət belə bir məlumat verilir. Bu məlumatı çap etmək üçün neçə vərəqə ehtiyac var? Demək, diqqət yetirsəz, 30 səhifə deməyinə baxmayaraq, burada sizə əlavə səhifələr də götürüb. Demək, biz bunların hamısını götürməyəcəyik. Demək, və diqqətlə baxsaq, burada even-da yazılıb. Demək, güc səhifələr götürəcəyik. 1-dən 7-yə qədər güc səhifələr 2, 4, 6-dır. Sonra növbəti güc səhifə 12, 14, 16-dır. Sonra 21-dən 33-ə qədər, yox, 21-dən 30-a qədər 22-dir, 24-dür, 26-dır, 28-dir, bir də 30-dur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə səhifə çapa gedəcək. Uşaq 30-da dayandım. Buradan o tərəfə getmədim. Çünki 30 səhifəlik məlumatdır. Belə çıxır ki, çapa gedən 11 səhifədir. 11 səhifə çapa gedir. Mən də baxıram burada one-sided deyil. Yəni bir üzlü çap eləyəcək. Bunlara ehtiyac hal-hazırda yoxdur. Bir səhifədə də birini çap eləyəcək. 11 səhifədə 11 də 2-yə vursam, eləyəcək 22 dənə vərəqə ehtiyac var. Keçdik növbəti 75-ci suala. Giriş, çıxış və şəbəkə qurğuları soruşulur. Giriş qurğularına aiddir trackball-dan skaner D və Y. Deməli, çıxış qurğuları 2-yə aiddir. Çıxış A-la C. Şəbəkə qurğusuna isə marşrutlaşdırıcı, yəni router daxildir. Routerun da tərəfi müxtəlif topologiyalı və müxtəlif protokollu kompüter şəbəkələrini birləşdirmək üçün istifadə edilən qurğu idi. Keçdik növbəti, deməli, 4-cü sınağa. 4-cü sınaqda 1-ci sualla başlayırıq. Kompüterin aparat təminatının əsasında qurğular təşkil edir. Yəni, texniki qurğular. Bax, texniki parametr də yazıb, çaşdırıcıdır. Texniki qurğular təşkil edir. Növbəti 52-ci sualda Windows-un əməliyyat sistemində pəncərələrin hansı növləri var? Aha. Sistem və ya tətbiqi proqram pəncərəsi, qovluq pəncərəsi və dialoq pəncərəsi. 2, 3, 5. Aralıq pəncərəsi deyə bir pəncərə növümüzdə yoxdur. 53-cü sualda doğru mülahizələri seçin. Nəyə aiddir? Excel-ə məxsusdur. Baxaq, backspace əmri vasitəsilə sətri və ya sütunu silmək olar. Biz qeydləmişdik, bu backspace-lə biz nəyi silirdik? Word-də silirdik də, burada sətr və sütunu silə bilmirik. Deməli, burada bir ümumiyyətlə doğru fikirləri soruşduğu üçün bir ümumiyyətlə burada götürülə bilməz. Seçilmiş sətirdən, bax, yadınızda bir şey saxlayın. Ümumiyyətlə, Excel-də, tutaq ki, belə bir cədvəlimiz var. Biz burada sətr sütun artıra bilirik, amma ümumi interfeysdə heç nə dəyişmir. Bax, məsələn, bu mənim cədvəlimdir. Ctrl-T ilə bir cədvəl yaratdım. Bax, mən misal üçün bura bir sütun artırmaq istəsəm, D sütununu seçirəm hal-hazırda. Sütun artırmaq istəsəm, gedirəm Home-a. Home-un içində Select qrupundan Insert-dən əlavə eləyirəm. Nə əlavə eləyirəm? Tutaq ki, sütun. Insert Sheet Columns seçən kimi bu özündən əvvələ bir sütun artırır. Bax, özündən həmişə əvvəl atır. Sətr də seçəndə özündən əvvəl atır, sütun da seçəndə özündən əvvəl atır. Bax, bunu yadınızda saxlayın. Word-də elə idi ki, biz seçirdik, yadınızdadırsa, əvvələ, sonraya, axıra, aşağı, yuxarı. Buradan elə deyil. Excel-də özündən əvvələ sətr və sütunu artırır. Amma sətr və sütun sayı dəyişmir. Sadəcə format verdiyimiz cədvəldə bir dəyişiklik hiss edirik. Aydınmı? Seçilmiş sətirdən yuxarıya sətr əlavə etmək olmaz. Seçilmiş sətirdən yuxarıya sətr əlavə etmək olmaz. Bu fikir yanlışdır. Axı dedik, yuxarıya artırılır. Bu fikir yanlışdır. Demək, ikini götürə bilmərik. Cavab olacaq B bəndi.
Görək düzdürmü? Seçilmiş sütundan sağa sütun əlavə etmək olmaz. Bu fikir düz deyir də. Axı mən dedim sola artırılır, sağa yox, sola artırılır. Demək 3 doğru fikirdir. İş vərəqini insert tabından deyil, iş vərəqini insert lent qrupundan, amma tab olaraq homedan əlavə edirik. Insert lent qrupu deyil əslində. Göstərim burada sizə. Bax, sense lent qrupundan əmr olaraq insert əmridir. Sense lent qrupundan insert olaraq əmrdir. Yəni əmrin adı insertdir. Bir dəqiqə, bunu buradan. Müəllimə, zəhmət olmasa bunu bütün şeylərdə deyə bilərsiniz, proqramda da. Məsələn, Word-də delete ilə silmək olurdu cədvəlin içini, amma cədvəli olmurdu. Backspace-dən olurdu cədvəlin sütununu silmək. Bəli. İçərisində Amma silən delete idi, amma cədvəl. Burada axı elə şey yoxdur. Burada ümumiyyətlə interfeysin özü cədvəldən ibarətdir də, elə deyilmi? Ona görə biz Yəni bu burada iki proqramda olur, bir Word-də olur, bir Excel-də. Başqa heç nədə olmur, yox, başqa yox. proqram. Yox. Bax burada misal üçün mən istəsəm ki, bax bu sütunu silim, yəni bütöv bu sütunu silim. Bu sütunu gəlib delete düyməsinə bassam silməyəcək, fikir versən. Fikir ver, bax buranı silmək istəyirəm. Delete bassam silirmi? Yox. Çünki bu sütun özünün interfeysinə aiddir. Və yaxud da backspace ilə silmək istəyirəm. Mümkündür, yox. Aydınmı? Deməli bu interfeysə aid olduğu üçün biz burada backspace və delete-i fərqləndirmirik. O backspace ilə delete fərqləndirilir harda? Word-də. 54-cü sualda kompüterə quraşdırılmış bütün proqramlar nə adlanır? Proqram təminatı adlanır. Bunu seçdik də düzdür, hə? Axıra qədər baxdıq buna. İş vərəqini home tabından silmək olar, əlavə də etmək olar, silmək də olar. Bu düz oldu. Sətir və ya sütunu home tabından gizlətmək olar. Doğrudur. 3, 5, 6. 5 sətir 5 sütundan ibarət bir cədvəldir. 1, 2, 3, 4, 5 sətir. 5 sütun. 1, 2, 3, 4, 5 dənə də sütun. Birinci sətrin bütün xanaları seçilib merge əmri icra olundu. Birinci xana seçib merge oldusa burada bir dənə xana olacaq. Və sonra üçüncü sətir seçildi. Üçüncü sətir seçildikdən sonra split cell əmri icra olundu və onun birə bir cədvəl yarandı. Onun birə cədvəlsə onu birə vuranda 10 dənə də xana burada yarandı. Digərlərində heç nə dəyişməyib. Burada 5 xanadır. Burada da 5 xanadır, burada da 5 xanadır. 3 dənə 5-in 15, bir gəldi elədi 16, bir dənə də 10 oldu elədi 26. Demək 26 dənə bu da xana olmuş olacaq. Ağ-qara kvadrat təsvir yaddaşdır. Belə bir kvadrat təsvir yaddaşda nə qədər yer tutur? 50 bayt yer tutur. Kvadratdırsa onda biz bunu AA götürə bilərik. AB kimi yox. İki tərəf də bir-birinə bərabərdir. AA vurulsun. Ağ-qaradırsa vur 1 bitə bərabərdir. 50 baytdır. 50 baytı da bitə çevirəndə vuracam nəyə? 2 üstü çək, yəni 8-ə. Deməli, 50-ni də vuranda 8-ə bu eləyəcək 400. Yəni A-nın kvadratı bərabərdir 400-ə. A da bərabərdir nəyə? 20-yə. Deməli, 56-cı sualın da cavabı olacaq A bəndi. A-qara kvadrat təsvir olduğu üçün hər iki tərəf bir-birinə bərabərdir. Qısa yolun silinməsi nəyin silinməsini gətirib çıxarır? Elə qısa yolun. Obyektə ilə istinad ilə qısa yoldur. Silinsə heç nə, yəni orijinala heç bir təsiri yoxdur. Orijinal silinərsə isə qısa yol silinmir, sadəcə yəni, bir işə yaramır. Yəni orada əgər tamam silinməyibsə restore eləyə bilərsiniz. 58-ci sualda 6 mətn sənədi seçilmiş, daha doğrusu sənədi açılmışdır. Açılmış bütün pəncərələrin hamısını eyni zamanda ekrana görmək üçün nədən istifadə edəcəm? Word-dən söhbət gedirsə, View-dan daxil olan Window lent qrupuna, oradan da deyərəm Arrange All. Klaviaturda Alt tab yox. Ctrl F6 təbii ki yox. İdarəçi makrosu yazmanın bu da icrasına bir təsir etməyəcək. Bütün pəncərələr bükülmüş vəziyyətdə bükürəmsə nə edirəm ki, mən istəyirəm açım baxım hamısına. Buradan Window lent qrupuna Arrange All eləyərək üfüqi şəkildə açıb baxa bilərəm. Elektron poçt ünvanına daxil olmaq üçün nə tələb olunur? Mən ünvanıma daxil olmalıyamsa, həm akkauntumun adını bilməliyəm, həm də parolumu bilməliyəm. İstifadəçi adı və parol bilinməlidir. Cavab olacaq C bəndi. 60-cı sualda kompüterin əsas xarakteristikalarını müəyyən edin. Əsas xarakteristikalar. Bax, fikir versəz əslində, rəng imkanları bura aid deyil, düzdürmü? Ölçü bura aid deyil. Demək, 2-dir, 6-dır, buradan siləcək. Kadrların yeniləşmə tezliyi monitorda, bu da aid deyil. 2-ni, 5-i və 6-nı gördünüz, çıxa bilərsiniz. Bax, 5 var, getdi, 2 var, getdi, 6 var, getdi, 6 var, getdi. A variant, görək düzdürmü? Hesablama dəqiqliyi 1 düzdür, əmrlər sistemi düzdür. Sonra 4. Yaddaş tutumu doğrudur və iş etibarlılığı tamamilə doğrudur. Cavab olacaq A bəndi. Hansı proqram fayl və qovluğun disklərdə saxlanma strukturu? Bu File Explorer'dir. Əvvəllər Windows Explorer, hal-hazırda isə File Explorer adlanır. Ctrl Enter. Kursor dayandığı yerdən səhifə kəsilir, keçid məcburi olaraq yeni səhifəyə. Bütün mətn seçilir, yeni abzada keçir yox, manual birik yox, yeni səhifəyə məcburi keçid. Cavab olacaq Y bəndi. ASCII nədir? Amerikan standart kodudur. Protokol deyil. İnformasiya mübadiləsi üçün Amerikan standart kodu. Cavab olacaq B bəndi.
64-cü sualda oli obyekt sahəsi nəyi saxlayır? Oli obyekt multimediyanı, şəkil, nə bilim, qrafika, məlumatlar var. Söhbət aksesdən gedir. Oli. Slayda cədvəl əlavə etmək üçün insertdən istifadə edəcəm. Tables lent qrupundan. 66-cı sual. Verilər bazası ilə işin effektivliyi üçün verilər bazasının idarəetmə sistemi verilənlərin təmin edir. Nəyini? Qəşəng sualdır. Təbii ki, tamlığını. Tamlıq. Yəni, lazım olan bütün verilənlər həmin cədvəldə, yəni hər şey lazım deyil. Lazım olan hər bir şey amma o cədvəldə tam olmalıdır. Cavab olacaq tamlığına. Təqdimat hansı məqsədlə hazırlanır? Təbii ki, slaytları nümayiş etdirmək üçün. Blok sxem verilib və S dəyişəninin qiyməti soruşulur. A B-dən böyükdürmü? Adi budaqların alqoritmidir. 5 4-dən böyükdürmü? Hə. Onda A-nın üstünə bir gəl, eləsin 6. Burada ən çox edilən səhv. Köhnə AB-ni vururlar, 20 yazırlar. 20 yoxdur cavabda, amma yəni 20 yazırlar bəzən. A-nın qiyməti 6 olub, B-nin qiyməti də 4-dür. Bu da eləyəcək 24. Deməli, S-in də qiyməti çapa gedəcək 24. Cavab olacaq B bəndi. 69-cu sual. Düzgün variantları seçin. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür fizik olaraq. Düzdür. Sistem içinin prosesorla yaddaş və periferiya qurğularını əlaqələndirir. Bu da düzdür. Çevik disk 1,44 kilobayt, 1,44 megabayt. Demək, 3 olan variantları avtomatik silə bilərsiniz. 1 ilə 2 də mütləq olmalıdırsa, cavab olacaq C bəndi. Davamına baxaq. KMOS əməli yaddaşın yox, daimi yaddaşın daxilində yerləşir. Yanlışdır. Prosesor hesab məntiq əməliyyatlarını yerinə yetirir, tamamilə doğrudur. Cavab olacaq C bəndi. Deməli, 70-ci sual. Nisbi ünvanı mütləq ünvana çevirmək üçün hansı düymə? F4 düyməsindən istifadə edə bilərsiniz. Nisbini mütləqə, mütləqi nisbiyə, hətta qarşığa çevirməyə imkan verir. Onluq sayı sisteminə verilmiş hansı ədədlərin ikilik sayı sistemi təsviri birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Bunu axıra saxlayacağım, hesablayarıq. Növbət bu da hesablamadır, bu da hesablamadır. Görək nəzəriyyə var. Hə, nəzəriyyələr deyək, sonra qaydaq hesablamaya. Şəbəkədə istifadəçilərin bircə istifadə imkanları olmayan lokal şəbəkə qurmuşuq. Hamının plot dilindən, skanerindən, printerindən istifadə edə bilər. Amma mənim prosesorumun sənin kompüterimə aidiyyatı yoxdur, nə də mənim data kartımın sənə aidiyyatı yoxdur. Sən 1-dən 3 ancaq özümüzə məxsusdur. Amma 2-dir, 4-dür, 5-dir, bunları lokal şəbəkəyə qoşa bilərik. Hər kəs də ondan ümumi istifadə edə bilər. Bircə istifadə imkanı olmayan deyirsə, 1-3 olacaq. Uyğunluğu müəyyən edin. Mil hərbidir. Mil hərbidir. International beynəlxalqdır. Orq isə qeyri-kommersiyadır. Kommersiya komdur, hərbi mildir, şəbəkə agentlikləri netdir, beynəlxalq dedik intdir, qeyri-kommersiyada orqdur. Sonra, indi qaydaq hesablamalara. Deməli, burada 71-ci suala baxaq. Birinci sualda bizdən onluq sayı sisteminə verilmiş hansı ədədlərin ikilik sayı sistemi təsviri zamanı birlərin sayı sıfırların sayına 2 vahid çox olar. Demək, biz bunları elə çevirməliyik də, çevirmədiyimiz təqdirdə bilə bilmərik. Bir kəs məniş olar. Deməli, gəlin baxaq. Misal üçün, 39-u çevirək. 39-u onluq sayı sisteminə, ikilik sayı sisteminə çevirəndə mən bilirəm ki, 39-un içərisində 2 üstü 5 var. Deməli, 5, 4, 3, 2, 1, 0 yazıram. 2 üstü 5 varsa bu mənə verir 32. 32-nin üstünə hələ 7 gəlməliyəm ki, bu mənə 39 versin. 7-ni də almaq üçün 2 üstü 2, 4, 2 üstü 1, 2, 6, üstünə 1 gəlsəm 7 eləyəcək. Qalan lazım olmayan qüvvətlərdə sıfırlarımı düzdüm. Deməli, bunu yazdıq. Bax, bu bizim üçün 32-dir. 32 deyirəm, 39-dur. Sonra keçdim növbəti 28-i yazmağa. 28-in içərisində 2 üstü 5 yoxdur. Deməli, 4-dən başlayıram. 4, 3, 2, 1, 0. 2 üstü 4 var, 16-dır. Deməli, 16-nın üstünə 8 gəlsəm, bu verəcək mənə 24. 24-ün üstünə təzədən 4 gəlməliyəm, versin 28. Qalanlarında sıfırlarımı yazdım. Bu da bizə verirdi 28-i. Keçdim 35 hesablamağa. 35-in içərisində 2 üstü 5 var. 5, 4, 3, 2, 1, 0. Demək, 2 üstü 5 var, bu mənə verir 32-ni. Üstünə təzədən bir də 3 gəlməliyəm, 35 eləsin. 3-ü də 2 üstü 1 ilə 2 üstü 0 verər. Qalan lazım olmayan qüvvətlərimə sıfırlarımı düzərəm. Bu da mənə 35-i verdi. Sonra 51-i yazmaq üçün 51-in içərisində 2 üstü 5, 6 yoxdur da, 2 üstü 5 var. 5, 4, 3, 2, 1, 0. 2 üstü 5 var, bu verdi mənə 32-ni. 32-nin üstə deməli, 2 üstü 4 gəlsəm, 16 gəlsəm, bu verəcək mənə neçə? 48. Hələ üstü 3 gəlməliyəm. 3 də gəlmək üçün 2 üstü 2 ilə 2 üstü 1 versə mənə 3 olacaq. Bunları da nə yazacağım? 0 yazacağım. Bu da 51-dir.
Başqa 43-ü tapacağam. 43-ü tapmaq üçün 2 üstü 5, 5, 4, 3, 2, 1, 0. Yenə 2 üstü 5 yazdım. Bu da yazacaq. Deməli, bu eləyəcək neçə? 32. Deməli, 43-dən hələ 32 çıxsam yerdə neçə çatmır? 11 çatmır. 11 də ki, 2 üstü 3-dən, yəni 8-dən. Onun üstünə 3 gəlməliyəm. 3 də gəlmək üçün 2 üstü 1-dən, 2 üstü 0-dan alaram. Qalanlarını da 0 yazaram. Bu belə. Yerdə hansı qaldı? Bir də 34 qaldı. 34-ü də yazmaq üçün 2 üstü 5 var. 5, 4, 3, 2, 1, 0. 2 üstü 5 var. Və üstünə bir də nə gəlməliyəm? 34-dür də bu. 2 gəlməliyəm. 2 də gəlmək üçün bir dənə bura 1 yazsam, 2 üstü 1, 2 verəcək. Qalanlarını da nə yazaram? 0 yazaram. Bu da 34-ün 2-likdən 10-luğa çevrilməsidir. İndi deyir ki, birilən sayı sıfırların sayından 2 vahid çox olsun. Burada 2 vahid çoxdur. Burada 4 dənədir, burada 2 dənə. 2 vahid çoxdur. Burada da 4 dənədir, burada 2 dənədir. Burada 2 vahid çoxdur. Bu hansıdır? 39 idi də bu. Sonra burada 2 vahid çox deyil. Burada birilən sayı sıfırların sayı 2 vahid çox deyil. Əksinədir. Burada da həmçinin çox deyil. Burada da birilən sayı sıfırların sayına 2 vahid çoxdur. Deməli, necə qaraladımsa heç görmədim. Bu 39 idi. 43 idi. 43 idi. 39, Bu 43, 43 idi. Bu da 51. bəli. 1, 4, 5. Keçdim 70-ci suala. Demək, elektron cədvəldə belə bir düstur verilib. Düstur sam nə demək? Toplamaq deməkdir. A2 üstəgəl bu diapazonda A3 var, bir də A4 var. Çünki diapazon verilib. Düsturun deyir, qiyməti 16-ya bərabərdir. Əgər deyir, əvəric. Əvəric nədir? Ədəd ortanın tapılması. A1 üstəgəl, A2 üstəgəl, A3 üstəgəl, A4. Ədəd ortadırsa bu 4-ə bölünüb. Nəticəsi nəyə bərabərdir? 5-ə. Deyir, 5-ə bərabər olarsa. Onda bu, məsələn, hər tərəfi 4-ə vursam, mən bu məxrəcdən azad olmaq üçün. A1 üstəgəl, A2 üstəgəl, A3 üstəgəl A4 bərabərdir 20-yə. Hər tərəfi 4-ə vururam ki, məxrəcdən azad olaq. Bu 4 gedir, bu 4-ə də vuranda burada eləyir 20. Deməli, bunların da 4-ün cəmi 20-dir. A1 xanasının qiymətini tapın. Bax, A2, A3, A4. A2, A3, A4-ün cəmi 16-dırsa, deməli, A1-in qiyməti neçə imiş? 4 imiş. A1-in qiyməti olacaq 4. Və nəhayət sonuncu sualımızdır bu. 30 səhifəlik bir sənəddir. Yenə də burada diqqət yetirəcəyimiz məqamlar olacaq çox güman ki. Və burada fikir verin, tək səhifələr, tək nömrəli səhifələr çap olunacaq. Yenə 30 səhifəlik deyib burada cızığından çıxıb 21, 33, 38, 39 yazıb. Bunlar bizim üçün əhəmiyyətli deyil. Və biz buradan təhlər tapacağıq. 1-dən 7-yə kimi təhlər 1, 3, 5, 7. 12-dən 17-yə kimi təhlər 13, 15, 17. 21-dən 33-ə qədər, 30-a qədər təhlər 21, 23, 25, 27, 29. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə səhifə çapa gedəcək. 12 səhifə çapa gedəcək. Bir üzlü çap eləyəcək. Bunlar əhəmiyyətli deyil hal-hazırda. Bir səhifədə də birini çap eləyir. Deməli ümumilikdə 12 dənə səhifə çap olunacaqsa, bunu da gəlib kopyaya vursaq, eləyəcək 24 dənə vərəq. 24 dənə vərəq. Aydındır. Deyince sual var.